Selamlar, saygılar herkese. Bu gün də hər zaman kimin Pərşənbə günü Təbriz saatı 9-da Güney Azərbaycandan baxış proqramındasınız. Bu gün bu proqramın 110-cu bölümüdür və bu gün də hər zaman kimin Güney Azərbaycanı ilgiləndirən bölgədə və dünyada olayları və konuları ələ alacağıq, onları təhlil etməyə çalışacağıq və Güney Azərbaycanın özündə olan məsələləri, bəzi gündəm məsələləri, vaxtımızda olanda düşüncəsəl məsələləri ələ alırıq və danışırıq. Sayın İnsaf Əli bəy, Hidayət, əziz yoldaşlar ki, istəsələr canlımıza qatılalar, görüşlərini bildirələr, sorularını və ya eleştirilərini orada yazarlar və biz də hətmən bu salam, uğurlar olsun. Selamun Aleyküm əziz və hörmətli dostum, necəsiz, yaxşısınız? Sağ olun, sizə uğurlar olsun, necəsiniz? Təşəkkür edirəm, var olasınız, hər şey yaxşı. Onu deyirdim ki, hər kəs eleştirisi, danışdıqlarımıza eleştirisi, sorusu və görüşü olsa, orada yazarlar bizə. Tanıdığımız insanları, qardaşlarımızı, bacılarımızı canlıya alarıq, danışarıq. Tanımadıqlarımız bu həftənin boyunda yazarlar bizə və onlarla danışarıq və hətmən ki, hər kəsin görüşünə ehtiyacımız var və onlardan öyrənirik. Sorularına cavab verməyə öz qənaətimizdə çalışarıq. Eleştirilərini də hətmən nəzərə alarıq ki, özümüzü daha da yaxşılaşdıraq. Çox doğru. Və görüşlərimizi Güney Azərbaycan milli mənfəətləri üzərinə hər zaman tənzim etməliyik. Ayarlarını belə elə olsun ki, yəni bəzən görürsünüz ki, bizim dildə danışanlar var, bizə də bənzəyənlər. Hətta özlərinə də məsələ milli faal deyə bilərlər, ya media mənsubu deyə bilərlər, hər nə, ancaq danışığının hamısını yığanda bir yerə görsün, İran dövlətinin mənfəətinə götürülür. Mən hər kəsə otaqda salamlarımı, saygılarımı sunuram. Sayın İnsaf Əli və Hidayət təşrif etdilər. Buyurun, siz də salamlaşın. Birinci konuyu ələ alalım, danışalım. Buyurun. 110-cudur İnsaf Əli bəy. Salam və saygılarımla sizin huzurunuza və tamam görənlərin huzuruna, indiyə gələcəkdə bu videonu danışığı görəcəklər, hamısının huzuruna salamlar ərz edirəm. Umarım keyfləri sazdır. Çox gözəl yerdən başladınız Oğuz bəy. Keçən həftə Təbrizin radyo televizyon müdürü bir söz danışıbdı bu dil haqqında. Təbriz dili deyə. Çox cəlib bir məsələdir o, danışmalıdır. Əlbəttə. Gözəl oradan başladı. Siz buyurun, siz özünüzə nə qədər vaxt verirsiniz? 5 dəqiqə, 10 dəqiqə? Az ehtiyacı yoxdur 5-10 dəqiqə danışaq. Çünki qəşəng danış, sizdən istifadə eləyək. Biz hatırlatmalıyıq hər zaman ki, insaf deyil. İnsaf Əli bəyin görüşünü duymayaq. Sağ olun. 10 dəqiqə buyurun siz o adamın sözündən çıxaraq, yola çıxaraq necə baxırsınız? Yaxşı ki, mən də o barədə biraz düşünmüşəm. Mənim də deməyə elə bir sözüm var yəni. Buyurun İnsaf Əli bəy. Sağ olun, var olun. Adamın adı nədir? Oradan başlayayım o adını. Mən doğrusunu desəz çox ciddi tutmadım adamı. Hətta dostlar... Qonu ciddidir. Konunu da çox qədər ciddi tutmadım. Çünki gördüm çox gözəl, hətta xanım qızlar belə gözəl cavablar veriblər. Mən o cavabları görəndə düzün axtarsaz xüsusən xanımlardan, qadınlarımızdan, bacılardan, gənc xanımlardan o cavabları gördükcə qərraqlanırdım özümə. Yəni çox qərraqlanırdım. Bu ki Təbrizin bir önəmli, yəni Azərbaycanda bir önəmli bir iş var ki, bir neçə vizarətxanadan çox önəmlidir. Yəni deyə bilirəm ki, tamam vizarətxanalar bir tərəfə, radyo, televizyon bir tərəfə. Bu qədər məncə önəmlidir. Mənim xüsusən təcrübəm və təhsilatım bu qonuda olduğu üçün, bunun önəmini bildiyim üçün və təcrübədə də bu son zamanlarda öz ailəmlə və ya dostlarımla danışanda gördüyüm üçün görürəm ki, vaqən radyo, televizyonun təsiri, medianın təsiri neçə vizarətxanadan çoxdur. Yəni bu qədər dərindir. Və
Bu adam buna görə ki, keçən il 100 ildə Azərbaycanda mədrəsələrdən, danışqahlardan, ruznamələrdən, kitablardan, radyo, televizyondan yaradılan bir dil var. Dil. Farsını tamamən kilasa çeviriblər. Çünki dövlət dilidir, güc dilidir, pul dilidir, sərvət dilidir, kilas dilidir orada məsələn. Onun üçün oradan bir dil düzəldiblər. Hər kəs istəyir danışsın, tamamən farsı danışır. Axirində bəlkə bir kəlməsini türkü deyər. Bəlkə. Və bunu deyir ki, Təbriz ləhcəsi, Təbriz dili və Bakı dili. Belə bir şeyə bölür bu adam. Deyir ki, Təbriz dili, əlbəttə zahirən bəhsdə o Təbrizdə bir yanğın şeyi vardı, borcu. Borc deyirlər, elə farscadır fikirəm, borcu da bilmirəm. Borc türkcədir, farscadır, orasını bilmirəm də. Amma Ərəbcədir də, ərəbcəni məndən yaxşı bilirsiniz. Məbruc, əbrac, duruc. Bəli, o kəlmədən olacaqdı. Amma istədim deyəm ki, yəni hər halda bu adam oradan başlayıb ki, bu yanğın borcu deyil. Bu elə nə bilim, ateş nişanıdır, nədir, belə bir şeydən başlayıbdır. Bəli, o oradan başlayıb gəlib belə bir yerə yetişibdir. Yol ki, bir Təbriz dili var, bir Bakı dili var. Biz də Təbriz dilində yazmalıyıq, oxumalıyıq, deməliyik, danışmalıyıq. Belə bir ciddi bir məsələ ortaya çıxıb. İndi güya ki, Təbrizdə bir dil var, Bakıda başqa bir dil var. O halda ki, bizim görürük ki, farsını oxuruq, farsının həm ədəbi dilin başarırıq, həm də insanlar indi xüsusən sosial mediada farsda yazanda danışıq dili ilə yazırlar. Məsələn, Mirəvəndi yazırlar, Mirən. Məsələn, deyirəm. O olur danışıq dili. İndi Təbrizdə danışıq dili çevrilib olubdur təqribən farsca bir şey. Azərbaycanda bir çox insanlar bunu kilas bilirlər, onu danışmağı. Həm danışmağı, həm də ki, hər halda mədrəsədə oxurlar, ruznamələrdə, kitablarda oxurlar. Belə bir şeydir. O halda ki, türkcəni, fərq eləməz, türkcənin də Azərbaycan türkcəsi olsun, yəni ədəbi dil. Ya Quzey Azərbaycan türkcəsi olsun ki, ikisi bir şeydir, ya Türkiyə türkcəsi olsun ki, yenə də mənim nəzərimdən %95-i, %90, hətta çoxu, %97-si eynidir. Biraz ləhcə fərqi var. Ləhcədə ki, tamam Təbrizin içində belə 50 dənə ləhcə var. Məsələn, bizim orada Bınab ləhcəsi var, Miyana ləhcəsi var, Şəbistər ləhcəsi var, Qaradağ ləhcəsi var, Kəlibər ləhcəsi var, Əhər ləhcəsi var. Hətta məsələn, bizim öz kəndimizin dövrəsində 4-5 kət vardı. O kətlərin hamısının özünə görə özəl bir ləhcəsi var. Heç birisinin şey deyil, yəni hamısı türkcədir. Amma məsələ budur ki, biz bu türkçələrin heç birində dərs oxumamışıq, heç birində radyo, televizyona qulaq asmamışıq, heç birində yazı yazmamışıq, oxumamışıq. Biz deyirik, bəlkə o şey ki, bizi məcbur eləyiblər, adət eləmişik, eşitmək üzündən. Çünki bizim beynimiz eşitməklə gəlişlənir. Bizim danışıq dağarcığımız, eşitdiyimiz sözləri özündə saxlayır, onunla inkişaf edir, onunla öyrənir. Biz bunun əsasında şey eləmişik. Yəni, bir özümüzə dağarcıq, lüğət düzəltmişik beynimizdə, onlarla danışırıq. O, çox indi farsca olubdur. İndi ona əcəba biz gedib otursaq, bunu oxusaq, 1 il, 2 il ana dilimizdə dərs oxusaq. İndi dedim, hangi fərq eləməz, hangi dövlətin yazdığı kitablar olsun, Azərbaycan Cumhuriyyəti olsun, yoxsa Türkiyə Cumhuriyyəti olsun, yoxsa Türkmənistan olsun, bir adcadan bəlkə orada daha çox səslər fərq edir. Amma şeydir, üst-üstə biz o dili oxusaq, o dili danışsaq, ondan sonra görəcək ki, biz əslində fars danışırıq. Bizə yəni fars danışmağa məcbur edirlər. Bu mədrəsədə başlanır, danışqahda davam edir. Kitablarda sonra ömrün axırıca kitab, ruznamə, media bunları aparırca baxa. Sonra da belə bir insanları bizə gətirirlər, qoyurlar. Məsələn, hər şey odur da, demək olar ki, ustalardan sonra odur. O cür bir güclü bir medianı verirlər bir adamın əlinə ki, nə türkü bilir, nədir? Mən fikirəm, hətta biraz da bu Azərbaycan bu peşkan məsələsində biraz türkçülükləri ortaya çıxdı. Yəni, heç kəs özünə Azəri demədi. Bu da indi o ki, bu dil gəz, ona mən reaksiyon görürüm, ona əksüləmən görsənirəm. O millətin o
çalışmasına, o ki mən türkəm, mən Azəri deyiləm, mənim dilim türkdür, mənim özüm türkəm, dədəm nənəm türkdür. Bu məsələ mən fikir edirəm ki, ona bir cavab olaraq gəlir panfarsistlərin tərəfindən, pan-İranistlərin tərəfindən ki, yox, sizin diliniz Türkçe değil, sizin diliniz budur ki, burada danışırsınız və bu geçən 100 il Farsı dilinin qatışdığı Türkçədir. Mən bunun haqqında çoxlu videolar gördüm, çox sevindim. Bu videolarda ədəbi konudan baxırlar, ədəbi açıdan baxırlar, dil açısından baxırlar, torpaq açısından baxırlar, paytaxtlərin açısından baxırlar. Çox gözəl videolar gördüm. Hətta xəbər deyə məsələn düzəldiblər bir xəbərcinin fars dilində. Bəzi bu müdürlər ki danışırlar, hamısı farsça danışırlar, axirində bir cümlə deyirlər. Hətta nümayəndələrdən belə klip düzəldiblər ki, hamısı farsça danışır, axirdə bir türkçə danışırlar. Çox gözəl, mən bunu millətimizin içində gördüm. Çox sevindim ki, bu cür reaksiyalar var. Nə deyirlər? Mən umarım ki, bu çoxalsın, Oğuz bəy. Oldu. Hər nə qədər çoxalsa, o qədər bizim millətimizin içində bu düşüncə dərinləşsə, o qədər bizim nəfimizədir. Buyurun. Çox təşəkkür, sağ olun. Yaxşı yerlərə işarə elədiniz. Məsələ budur ki, mən bu adamın böyle yani savadsızca danışığı göstərir ki, İran işgal devleti, İran Fars işgal devleti orada o necə ki toprağı işgal etmiş, təbiəti işgal etmiş, beyinləri işgal etmiş, o dili də elə işgal etmiş ki, mənə görə siz məndən yaxşı bilirsiniz ki, bəxşnamələr var idarələrdə, radioda, televizyonda, hər yerdə ki, elə o dildəki danışırlar. Hanı müsahibə eləyəndə görürsünüz ki, bütün izafələr, kələmələr, sözlər hamısı farscadır. Axırda bir dənə dır, oldu, gəldi, öyle filandır, öyle o Türkçəsidir. Və bu sonra da bunu düzəldəndən sonra, bu məsələ düzəldəndən sonra, yəni bu iş bir 50 il çəkər də, 2 dənə, 3 dənə okul sistemi. Yəni uşağı qoyursan okula, məsələn 12 ildən sonra o bitir. 2 dənə, 3 dənə bu keçəndən sonra bu uşaqlar, bu nəslər keçəndən sonra ondan sonra deyirsən ki, hə, bəs Təbriz dili fərqlidir. Düzdür də, o düzdür. Çünki öncə İngilizcəsini mən deyim, özür dilərim, onun türkçəsini də tapıb deyərəm. Onun adı self-proving prophecy. Self-proven prophecy, yəni, yadıma gəldi. Özünü sabit eləyən kəhanət. Yəni, bir öngörüş deyirsiniz, istəyirsiniz bir yerə yetişəsiniz, onu öncə qoyursunuz, sonra onu yavaş-yavaş düzəldirsiniz. Düzəldəndən sonra elə o olur da, özünü düzəldir, o olur. Yəni, yavaş-yavaş olur. Mesela 40 il öncənin müsahibələri vardı ki, məsələn, nə bilim, Təbrizdə filan idarənin rəisi ilə müsahibə eləyir. Elə həmən Cumhur İslamidə. 50 il öncənin müsahibələri vardı ki, məsələn, Azərbaycanın nümayəndəsi danışır. Güya Azərbaycanın nümayəndəsi məsələn. Türkçə danışır. O türkçələrdən oxumuşları arz edir, amma oxumamışlarla işimiz yoxdur. Onların sözləri bir savaddılar filan yox. Amma baxırıq ki, nə qədər, elə belə Urmu radiosunun mən yadıma gəlir, Təbriz radiosu yadıma gəlir şah zamanı və sonradakı bunların zamanı ki, yüzdə nə qədər farsça idi, yüzdə nə qədər türkçə, o kəlmələri necə işlədirdi. Bunlar hamısı, sayın səfərbər, sistematikdir. Hər kəs öyle düşünsə və ya desə ki, yox, bu elə belə normaldır, bu normal bir gəlişmədir keçən 40 ildə, 50 ildə. O iki halı var. Ya düşmanın adamıdır, resmen onu deməyə görə məmur olubdur. Ya da ki, həqiqətən axmaqdır yəni. Yəni, bilmir ki, bir şey necə gəlişər, necə olar, o sistematik olaraq. Hər şey təqribən yuxarıdan olar. Devlətin tərəfindən əmr verirlər, qərar verirlər və o yavaş-yavaş uygulanır. Güney Azərbaycanda Türkçəni yox etməsi, yəni ona deyirlər lingucide İngilizcədə, yəni dil qətliamı. O özü bir projədir ki, işğal başlanandan başlamış 1925-lərdən 100 ildir. Ancaq bu sözdə İslamilər bətərdən onu şiddətləndirmişlər və getdikcə də şiddətlənir.
Və mənim yadıma gəlir bir zaman ki, hələ türkcə yox, türkcə kətdilərin dilidir. Onlara ki, məsələn, türk eşəkdir və eşəyin də dili nə olar? Eşək dilidir, kətdi dilidir, besavad dilidir. Əgər istəyirsən ciddi bir şey danışasan, farsça danışacaqsan. Əgər istəyirsən ciddi bir, hətta məsələn, siyasi bəhs eləyəsən, farsça danışasan. Mənim üzümə bunu deyən olmuş Səfəli bəy. 90'da idi fikrim, 90'da, 91'de bir yoldaşla, çok yakın yoldaşımla böyle o zaman da siyasi bəhslər eləyirik. O zaman da daha da şeydim, siyasi bəhs etmeye, yani tartışmaya yönəliydim. Və bu danışırdıq ki, bu belədir, o elədir. Bu dedi ki mənə, çox gözəl bir söz dedi, həyatımda unutmaram. Dedi, əgər ciddi istəyirsən siyasi bəhs eləyək, farsça danışaq. 1990 ya 91 idi və bu məni elə bir ki, bir dənə bir nə bilim ağır bir şeylə, bir daşla, duvarla məni elə bir çırptılar oraya. Yəni nə demək dedim yəni öz-özümə. Türk dili hər boyutdan, hali hazırda fars dilindən hər boyutdan, hər boyutdan çox güclüdür. Yəni Türk dilində fəlsəfi kitablar o qədər çoxdur ki, fars dilində hemen sıfırdır. Yani fars dilinin felsefi dili Arapçadır. Ama Türkçeninki da indi deyə bilərik ki, Türkçedir. Çünkü önceden Arapça var, Fransızca, İngilizce. Yani o dil dağarcığı herhalde o kadar güçlüdür. Ve bu 90'lar idi. Siz düşünün 80'leri, ondan önce 70'ler, 60'lar, 50'ler. Oradan yavaş yavaş bu dili yoksunlaştırmışlar, kasıplaştırmışlar, bədbəxt etmişler, təhqir etmişler ve bunu rəsmiləşmə olurlar. Bir şey, siz bilirsiniz Səfəli bəy, bir nesneye, her ne, dünyanın en səfək düşüncəsi olsun, həqiqətən arz eləyir. Dünyanın en böyle ağla gəlməz, irrasyonal bir əqidəsi olsun. Onu getirin, qudrət elementini ona yapıştırın, ona pul yatırın, ona vaxt qoyun və dövlət yəni bu işi görə bilər. İmkanı görün o dünyanın en səfih ideyası, en dərdə dəyməz, ağla düz gəlməz ideyası necə yaygın olar? Doğrudur. Dünyada hamı bilir ki, insan biyolojisinə, insan bədəninə en güzel içecek sudur. Ha, biraz da sen yoğurt katasan onu, eyran içesen odur. Ne bileyim biraz meyve suyu, biraz sıkasan içesen odur. Ama siz düşünün ki dünyanın en səfih, en ağılsızca, en bedene zararlı bir şey, bir qərə bir şey içesen belli de içinde ne var? İçindekiler yoktur oradaki bu ne var? Coca-Cola adında, dünyada da Coca-Cola'dan meşhur bir şey yoktur. İçecek. Yani arkasında ne var? Devlet var. Pul var. Büyük pul var. Milyardlar dolar pul var. Coca-Cola, Coca içsin. Elə ki məsələlərə girmiş. Dilə girmiş, özü olmuş bir kültür Coca-Cola. Ben bunu misal getirdim. İstedim diyem ki, ne fars dili yaxşıdır, Türk dili pisdir, ne fars dili pisdir. Hamısı dildir. Hamısı güzel insanın elde ettiği güzel dillerdir. Mesela budur ki birine pul koyasan, sermaye koyasan, vaxt koyasan, devletin bütün imkanatını koyasan, öbürünü təhqir eləyəsən, yok eləyəsən, buna deyirlər linguicide İngilizce'de. Yani dil qətlamı. Hakikaten bilin ki, eğer dil qətlamı olsa, diliniz aradan geçse, siz yoksunuz. Millet hemen yoktur. Yani çok az, nadir, geçen en azından diyelim 5000 ildə biz milletlerin yaranışına baxırıq, böyüməklərinə baxırıq, bəzən ölməklərinə baxırıq, xəstələnməklərinə. Çünki millət də bir canlı varlıqdır bizə görə. Orada baxırıq ki, bu dilin nə qədər əhəmiyyəti var. O dilini kəldən verdi bir millət veya dəyişdirdi, yavaş-yavaş da yoxluğa gedir. Və biz bunu Qızıldərililərin, ki deyərlər, Amerika yerlilərinin İspanyollaşmasında gördük. Brezillilərin Portekizləşməsində gördük. O zaman ki onlar Portekizcə, yani öz zalimlərinin, öz qatillərinin dilini başladılar danışmağa. Daha da yerli yoktur. Yani siz Kanada'da adam İngilizce danışır. Ama Kanada devletinin o işgalına, o zamanki Queen'in askerler gelmiş, ona karşı danışırsan onu eleyebilmesi çok çetindir. Sen millet olarak yoksun.
Çünkü milletin bütün varlığı, düşüncesi, kültürü, geçmişi, her şeyi dökülür bir çanağa, bir qaba ki onun adı dildir. Herhalde. Mən Ben Oğuz bəy, hə, Oğuz bəy, mən sizlə danışa-danışa çalışdım ki, bu adamı tapım ki, bu adam nə deyibdi? Dəqiq o dedim, mən çox önəmsəmirdim, amma sizin o əvvəl başlanğıc sözləriniz məni ora gətirdi. Onu baxırdım. Bu adamın adı şeydir. Rəis Sədasima Əkbər Rizai. Rəis Azərbaycan Şərqinin radio televizyonlarının məsuludur. Zahirən də Təbrizlidir. Özdə öz əmisinin dayısını misal gətirib ki, mənim əmim dayım nə cür danışır bugün, o mənim dilimdir. Yəni Türk dilin bu cürsü görür. Siz buyurdunuz. Bu adam çox cahil var cahil. Bir də pul alır cahil olur. Yəni bir var ki, özün bağən yəni var ki, məsələn, fərzən, mən adam tanıram. Bu adam Türk oxumayıbdır, mənə tar. Cahildir, mənə tar. Məsələn, desəz ki, yox, ciddi da, ciddisi budur ki, məsələn, mən Türk dilində fəlsəfə oxumamışam. Deyirəm, Türk dilində fəlsəfə yoxdur. Türk dilində şairlərin kitabını oxumamışam. Deyirəm, şair yoxdur Türk dilində. Türk dilində riyaziyyat oxumamışam. Deyirəm, riyaziyyat yoxdur. Türk dilində coğrafiya bunları oxumuşam son zamanlarda biraz, ona görə deyirəm. Məsələn, Türk dilində deyirdim, coğrafiya yoxdur, görürəm, coğrafiya var. Dünya dolananlar, o səyyahlar, Cahangir farklı deyirlər. Səyyahlar, dünyada dolananlar, turistlər, bunları baxıram ki, 700, 800 il, 600 il bundan qabaq Türkçədə yazılar var, ciddi. Görürəm ki, mən dünəncən deyirdim, fəqət Dədə Qurt var deyəndə, indi görürük, yox, Dədə Qurtdan sonra Baba Qurtda, o qədər kitab var Türkçə ki. İki dənə baxırdım, bir dənə indi qrup açıblar, Türk əl yazmalar deyə. Çox gözəl bir orada çalışmalar geçir. Qurumdur. Bir də bir grupdur, Telegramda bir grupdur. Telegramda bir grup açılıbdır. Türk əl yazmaları deyə bir grupdur. Orada Türk əl yazı kitablar ki, əldə yazılıbdır. Onları qoyurlar tarixdən. Həm Azərbaycanda, həm Türkiyədə dövlət qurumu var bu adda. Hə, nə gözəl. Onu heç mən məsələn bunları bilmirəm. Bunlar besavadlıqdır da. Mənə indi desələr farscanı bunları bilirəm nələr var, nələr yox. Amma o zaman ki sən o zaman ki sən mən özümün yaşadığım kültürümdən, tariximdən heç zat bilmirəm, yəni besavadam. Təbii. Yəni bilmirəm ki, mən sözümü bitireyim. Ondan sonra bunun sözünü oxuyayım sizin üçün. Bunu oxuyayım, siz onu devam edin. Bu zalibdir. Deyir ki, bu Rizai deyibdir ki, در خبر واژه آتش سوزی را yangın گفتند. دیر تبریزdə buna yangın deyiblər. که بنده تذکر دادم که اصلا معنی آتش سوزی yangın نیست. Mesela به şənbə, yekşənbə və غیره süt günü, su günü demezler. نمیگویند ما در umum koca az in vaje ha istifade میکنیم. Bakın bunları yaxtaranda o dediler tarixten bir tane köhnə bir farsı söz tapsınlar, nə bilim ya taza bir düzəltsinlər. Amma bizim ağzımızda, şəhərlərimizdə, kətlərimizdə istənən sözü deyir ki, yox. Hala Rizai ezanda Çərama bayəd hara getdi? Bunu vurdum getdi elə bir. Aha, buradadır. Çərama bayəd eyni Baku hərf bezenim. Diqqət buyurun. Burası deyir ki, çərا باید eyni Baku hərf bezenim. در حالی که خودمان زبان داریم و همان باکویی ها به ما نگاه میکنند. Buyurun. Çox təşəkkür ki, onu oxudunuz. Onu ilk oxudsaydınız və Türkçəsini də desaydınız yaxşı olurdu. Mən hər kəs ki, burada bizi dinləyir, onlara salamlarımı, saygılarımı sunuram. Çünki gəlirlər, gedirlər, ondan sonra orada yazırlar, salamlar, saygılar. Yoldaşlar ki, bireysel və şəxsi suallar yazırlar orada. Onlar münasibətli olmalıdırlar ki, mesela orada birisi yazmış, filankəsi tanıyorsan ya yok. Bu cür şeyleri, mesela benim ya Səfəli bəyin ya başka şeyler, mesela bir hafta vaktiniz var orada, o adamın özeline yazasınız. Yani canlının ve televizyonun, canlı yayının özünün bir kültürü var. Orada o şey ki danışılır, o danışılar. Ve ona sorular, eleştirilir ve görüşler bildirilir ve öğrenmeye çalışılır. Ve geçen dəfə də
sizinle danışanda mən orada bəlkə siz görmürsünüz, mənə dediniz yazılar. Mesela bazı şeyler okuyorduk işte orada da yani o şeyi gösterirdi. Herhalde kültür gelişmelidir. O da budur ki neyi harda danışırlar, necə danışırlar ve görürsünüz mesela biz indi bundan danışırıq, dilin yozlaşmasından, dilin sistematik çürütülmesinden. Onda dildəki məsələ, niyə Qarabağ məsələsini danışmırsınız? Çünki indi onu danışacağıq. Məsələ budur ki, bu bir özü kültürdür ki, yalnız indi bunu danışacağıq. Bundan ilgili məsələlərə də danışarıq, çıxıb girərik. Hər halda hər kəsə, əziz böyüklərimizə, dostlarımıza ki, orada yazırlar bizə, hamıya əsənliklər, sağlıqlar. Mən Səfəli bəy bir sözdə deyim. O da biraz gedin dalğaya, sizin başınız görsənməyəcək sonra. Onu mənə deyin, geçən dəfə mən belə yarım görünmürdü. İndi necədir? İndi belə qalsaz yaxşıdır. Çox gözəl. Biz bunları anlatmışıq. Dil konusunda həqiqətən belə uzun, sıxıcı danışıqlarımız var, saatlar belə, onlar saatlar, 30 saatlar, nə bilim 40 saatlar və onlar da məqalələrimiz var. İstəyənlər araşdırsınlar. Bizdən oxumaq istəməyənlər başqa yazarlarımızdan, düşünürlərimizdən öyrənsinlər. Bizim heç bir şeyə təkəlimiz, monopolumuz yoxdur. Biz də bu böyük bilim dünyasından başımızın qabı qədər götürürük və biz öz qənaətimizdə danışırıq. Dildə anlam kökənində, etimolojide, yəni o kökənin anlamı nədir, necə düzəlmiş bir kəlmə. Mən Bizərrə oxumuşam 2-3 sayfa. O etimoloji kitabından. O kitabda, o yazılarda ki, mən 2 sayfa oxumuşam, orada yazır ki, at kələməsi atmaq kökünü düzəldər. Mesela bir şeyi atırsan. Və o bir yerdən bir yerə hərəkət eləmək anlamındadır, amma bilinçli olaraq. Mesela bir şey atırsan. Böyle yani bir faili var, məfulu var və fiil olarak oradan gəlir, geçir, fiildən əməl gəlir, geçir məfula. Ne demək? Neyi attın? Bir şeyi attın. Mesela bu böyle bir fiilidir. Mesela deyir, yatmak, yuklamak. O öyle bir fiil değil. Mesela deyir, yatmak. Neyi yatmak? Bu sualın anlamı yoktur, görürsünüz. Ama mesela görmeyin var. Görmek, neyi görmek? Neyi görmeye cevap verebilirsiniz. Ama neyi yatmağa, neyi mesela ki ne dedim? Mesela atmak. Görüntüm getdi hətmən. Yok, güzel. Öyle bir fiildir. Bu ve Türkçe'de bunun son ekler. Türkçe ganidir. Çok zengindir son eklerde. Zaten son ek dilidir. Bizim bildiğimize göre en azından 3 ila 4 bin yıl önceden bunun ön ekleri de varmış. Pişvend Türkçenin. Onun zəvahiri və şəvahidi görünür indi ve o dilçilikte onları danışmışam ben zaten bunları. Hem dil biliminde hem Türk dili biliminde. Ama indi yoktu. İndi hemen hemen işlənilmir ön ek. Türk dili bətərdən zənginli son ekdə. O kəlməni qoyur, o kökünü, sonra onu artırır. Bir dənə sözdən görürsən ki, 2000 dənə söz çıxartdım. Hamısı eklərlə. O şı da onlardan biridir. Mesela görüşmek. Varışmak. Mesela duruşmak. Gelişmek. Vuruşmak. Normalde eğer fiilden əməl məfula tərəf gedir ve başkası da ona qarışa o fiilə. Mesela görüşmek. Çünkü sen görürsen birini görürsən də. Burada iki dənə amil var burada. Onu iki adamla təkvə görüşə bilməzsən, təkvə görərsən. Ama elə ki görmək hemen onu görüşmək deyə bilərsən. Ama yatışmaq deyə bilməzsən. Ama vuruşmak. İki taraf birbirini vuranda olar vuruşmak. Şı ona gələr. Birden çok katılanda olur. Ona göre at sözüne şı artırılanda olur atış. Yani gedirik atışmağa. Hətmən də ki, mənim yadıma gəlir, məsələn, iki adam tartışanda ona deyə də atışırlar.
və ya uşaqlar müsabiqə verəndə və ya aşıqlar yadıma gəlir qəhvədə ya da atışırlar. Yəni söz atırlar bir-birinə və bunu atışmaq deyirlər. Atış sözü türkçədən ən azından bizim bildiyimizə görə, bizim əldə olan sənədlərə görə 2000 ildən öncə onun ən yaxın qonşusu fars dilinə, indi ona fars dili deyirik, girmiş. Olmuş atış sözü, həmən ki atəş deyilir. Bu cahil ki o adamı gətirib qoymuşlar şeyə, nəyə qoymuşlar? Radyonun, televizyonun başına, öyle. Azəri. Nədir adı? Azəri? Yox, Rizai. Əkbər Rizai. O adam besavaddır. Niyə besavaddır? O bilmir ki, atəş sözü türkçədir. Farsça işlənilir. Çox da gözəl işləsinlər. Bizim kəlmələr o qədər zəngindir ki, hər millət işlədir bizim. Dünyada həmin bir dil yoxdur ki, onda türkçənin etkisi olmasın. Bunu biz danışmışıq öncədən. Hər kəsdə buna qarşı bir sözü varsa, onlar gəlsinlər, elə atışaq. Məsələ canlıda bütün dillərin, həmən dünyada bütün tanınan dillərin içində ağır türkçə etkisi vardır. Hər halda bunu istədim deyəm ki, atış sözü, atəş sözü, Türkiyədə də atəş çox işlədərlər. Bəli. Atəş, yəni yangın. O, Türkçənin at və atış sözündən. Nəyi atarsan, daşı atarsan, ağac atarsan, ancaq siz bilirsiniz ki, atəşi top atmağı, güllə atmağı, tüfəng atmağı, atəşi otu bir yerdən bir yerə atmağı, məsələn, Madagaskardan gəlməmiş ki, İrana. Türklər gətirmişlər İrana. Orta Asiyadan, Çinin quzeyindən bu, yəni otu düşmana tərəf atmağı və bir yerə atəş atmağı, atəşləməyi və o atışdan və atəş kəlməsi ondan düzəlir. Bütün atəş kəlməsi bir otu, atəşi bir yerdən bir yerə atmaqdan başlamış farsçada. Bizdə yox, bizdə gördün atışmaq var, filan var. Amma farsçada sərf olunmur. Farsçada atəş deyə qalmış. Çünki farsça deyil atəş. Yetirə bildinmi sözü? Çünki biz onun kökünü dedik, son ekini dedik və yüzlərdə kəlmə var bizdə at. O heyvan atı demirəm. Bu feili atdan. Onun üçün bizim kələməmizdə. Onların biri girmiş farsçaya atış, atəş və ərz elədik ki, əslən niyə atəş deyilir orada və sonra da Osmanlı dilinə girəndə olmuş atəş. Atəş atın. Atəş! Məsələn, vururlar güllə ilə. Nəyi atəş? O odu, yangını bir tərəfdən atsan bir tərəfə. Və onu biz etimolojisini anlatmağa çalışdıq yoldaşlarım. Yangın sözünün etimolojisi yank sözündən düzəlib. Əski zamanda, indi də qalmış, qurtulub qalmış bizim dilimizdə. İngilizcə oxuduğuma görə türkçəyi, neyzalını deyirlər ona, burundanını. Bizdə türkçədə... Şairlər çox işlədirlər indi bunu. Türkçədə, Orta Asiyada və Moğollarda da və başqa Orta və Doğu Asiyada burundan işlənilən nə var? Ng. Kore dilində də hətta onun alfabesi var, ıngın. Yəni alfabede o ıng vardır. Onu bilirsən ki, onu ıng oxuyacaqsın. Böyle. Və bunu biz yenə də dil məsələsini danışandan anlatmışıq ki, bu yavaş-yavaş Türkçədə aradan getmiş. Və bizdə elə bir dənə nə var da? Əski ərəb alfabesində, Orxun alfabesində vardır. Amma ərəb alfabesine geçəndən sonra onu nə ilə, k ilə yazardılar. K ilə yazardılar. Onun k ilə yazılardı, onun oxunardı. Çünki onunun birinci nıyı, burun nıyı deyili, onundur. Son nı, burun nıyıdır. Onun k yazılar. Məndə şey yaz, əlim altında o əski kitablardan var, əl yazılardan mənim kitabxanamda. Orada göstərə bilirəm. Onun k yazır. Bunun k. O amma burundanlıdır. İstədim beləsiniz burundanlıdır. Nədir? İndi azalmış, çox azalmış Türkçədə. Əski zaman çoxdur. Nə doğuya getdikcə çoxdur, hətta sizin xidmətinizdə ərz elədik ki, Kore alfabesində belə onun hərfi var. Ngın. Hər halda, yang sözü də o burunları ilə bitər. Yəni yanmaq. Biz deyirik yankmaq. Onun çox dillərdə batıya gələndən sonra k düşmüş, yanmaq işlənilir.
Öbürü şaxıya gedəndə n düşmüş, k işlənilir. Yakmaq. Halbuki Azərbaycanda həm qıpçaq etkisi var, həm Oğuz etkisi var. Ona görə deyir, məni yandırdın, yaxdın. İkisini də bir yerdə işlədir. Həm yanmaq, yan onun köküdür, həm də yakmaq. Bunlar ikisi də aynı feillər, aynı yerdən başlayıb. Yəni babaları aynıdır, anneləri aynıdır bu kəlmələri. Həm yanmağın, həm yakmağın. Elə yank sözündən düzəlir və bizim bu cənabı, adı neydi bu mevcudu? Əkbər Rızai. Ha, indi buradan ki, sizin bu Oğuz qardaşınızdan gördünüz ki, iki kələməni bizlərlə üstünə doxunduq. Yəni, bizlərlə doxunduq o dənizin, o kələmələrin kökəninə və kökən anlamına və kələmə necə gəlişər, bir söz necə gəlişər, dilin içində, kültür içində, dağın, daşın, təbiətin içində, millətin içində olan başına gələnləri kələmələrdən tapmaq olar, inanın. Və gördünüz ki, yanmağı və yakmağı necə deyil. Hələ bunun üzünə doxunduq biraz. Görün ki, siz orada bu adamların qəsdən başına gətirdikləri bu cahillər ki, bunlara alim deyirlər. Bilirsiniz də ki, ən çox cahilə də nə deyərlər bizim bölgədə? Əllamə deyərlər. Bu işgal böyle olar. Dilimizi də işgal edərlər. Toprağımızı da, dilimizi də, beynimizi də. Çox təşəkkür edin Səfər bəy ki, mənə hövsələ göstərdiniz. Yox, çox gözəl bəhs. Yenə mən qeydim o öz dediyimə, Oğuz bəy. Mən ki, siz mən öz dediyinizə dönəcəksiniz. Biz nə qədər də desək. Yox. İstəyirəm qeydəm bu qabaqçı cümlələri ki demişdim, onlara qeydəm yenə. Əlbəttə. Savadsızlıq cəhl bir şeydir ki, adam özü mütəvəccüh olmur. Mən bu cəhli deyirlər ha. Olsa cahil deyil ki. Onu deyirəm. Məsələn, mən atəş sözünü nəinki kitab, fars kitablarda oxumuşam. Tamam dostlar mənə tay. Deyir, bu farsıdır. Amma o zaman ki, siz məsələn, burada işarə elədiniz, atəşin sözünə, kökündən başlayırsan, gəlirsən, görürsən ki, bir də bunu sərf eləyəsən. Görəsən ki, ayrı şeylərdə nədə işlənibdir. Yəni, yoxdur da, yoxdur. Çünki özünün deyil. Mən məsələn, yar sözünə çox diqqət eləmişdim. Çünki görürüm, yar məsələn bizim Türkçədə bəlkə 200 cürə işlənir. Amma gedirsən farsda yəni, yar bir dənə fəqət yar o aşıq. Onun deyil də. Onun deyil. Qonaq gəlir. Viza alıp, vətəndaşlıq alıb qalır. Ateş de o cürdür, o birisi çok sözlerde o cürdür. Mutlaka biz onları tüm Fars edebiyatının içinde okumuşuq. Deyirik başı Farsdılar. Biz onları bilmiyoruz. Şimdi mesela Farsının ne kadar kökü vardı ki, eğer bizim danışgahımız olsa, mərkəzdə təhqiqatımız olsa, bunların üstünde işləsələr, görsəsələr, baxarıq ki, bəlkə Ərəbdən sonra, Ərəbi sözlərdən sonraki Farsı təşkil verir, bəlkə ən çox Türkcədir. Yəni farsı deyilən sözlər ki, bugün biz farsı tanıyırıq, oranın bir çoxu türkçə olur. Hər halda mən bunu cəhlə nisbət verirəm. Cəhl nədir? Cəhl odur ki, biz bir şeyi bilmirik, amma deyirik bəlkə yoxdur. Bu cəhlidir. Yəni cəhl bu deyil ki, deyəsən, okey, mən bilmirəm ki, riyaziyyat nədir? Riyaziyyatda falan müadilə nədir? Bu cəhli deyil. Bu cəhli deyil. Bunu bilirsən, deyirsən, tamam bilmirəm, ya örgəşərəm, ya örgəşmərəm. Vurtuldu getdi. Amma cəhl o zaman ki, bir şeyi bilmirsən və qəbul edirsən ki, yoxdur. Deyirsən ki, Türk dilində şeir yoxdur. Türk dilində riyaziyyat yoxdur, fizik yoxdur, göz döftürlüğü kitabları yoxdur. Və bunun üstündə deyirsən ki, niyə yoxdur? Çünki olsaydı mən İranda farsça, sən farsça oxumusan, farsçanı biləcəksən. Mən bu cəhli çox ciddi görürəm Oğuz bəy. Özümü də Türk dilində rəsmən cahil bilirəm, amma bilirəm ki, cəhlim mənim şey deyil. Üstündə dayanmıram. Amma indidən 10 il bundan öncəyə görə daha çox, yəni mən ondan özüm şahid olmuşam. Cəhl ilə şeyin fərqi budur. Mən indi bilirəm ki, yox var. Mən oxumamışam, mən axtarmamışam, məni qoymayıblar oxuyam, məni aparıblar, baxın Oğuz bəy bir iş görüblər. Məni aparıblar deyiblər, sən gəlçinə yaxşı bir ruznamə niqar ol. Məşğul ol. Pul qazan, filan, bəhman, sənin nə işin var Türk dili nədir? Sənin nə işin var Türkdə var ya yoxdur? Sən mütəxəssis ol, sən yaxşı döktür ol, sən yaxşı riyaziyyatçı ol, sən yaxşı fizikçi ol, sən yaxşı kimisi ol, sən yaxşı vəkil ol. Biz bunlara getmişdik. Biz əslən düşünməmişik ki, və bizim dilimiz var ya yox, bizim tariximiz var ya yox, ədəbiyyatımız var ya yox, əslən axtarmamışıq. Dedim, illəti bu ki, bizi təxəssüsə soxublar və təxəssüsdən sonra da deyiblər ki, buradan pul çıxart. Sən oradan pul çıxartmaq haqqın yoxdur. Amma biz bunun sırrını aşmışıq. Biz istiqlalçılar olaraq.
Onu da eğer işgal məbhəsindən, söyləmindən o yola çıxmasan, berri bərəhuta yetişərsən. Həll olur, düzdür. Eğer Düzdür. kabul eləsək ki, yani bu muadiləni, denklemi böyle koysak ki, 1920'lerde Qacarın çöküşünün sebebiyle ve kolonyal memleketlerin yardımıyla Güney Azerbaycan Fars işgali altına geçmiş. Oradan başlasak bu söyleme, bu güftümana, onu görsə her şey o muadilənin o tarafta düz gelir bu tarafta. Ama desək ki, yok öyle değil. Abi, niye belə eləyirlər? Yox ki eləyirlər, əcəb də eləyirlər. O gətirəcək ən çox cahili, ən çox Türk düşmanını, Türk üzündə, Türk dili danışıqlığıyla gətirib Təbrizə qoyacaq da. Mərağanı Yengizə kəndinə qoymayacaq ki. Mərağanın Qərtovul kəndinə qoymayacaq ki. Təbrizə. Ona görə ən çox Türk düşmanı, ən çox Azərbaycan düşmanı da Təbrizdən çıxacaq da. Evet. Sərhəsiyyətdən çıxmayacaq ki. Hər halda bu söz, bu danışığı bitirelim. Çok güzel. Siz Yani bu işgaldan danışdıq. İndi işgal çok geçelim başka Oğuz bəy, bu işgal çox önəmlidir. Bu işgal mütəəssifanə keçən 200 ildə, 250 ildə Türk dünyasına yük veribdir. Uyğurları görürük Çində, Rusiyadakı cumhuriyyətləri görürük, İrandakı vəziyyətimizi görürük, Əraqda, Suriyədəki vəziyyətimizi görürük, o birisi yerlərdəki vəziyyətimizi görürük. Biz bunu görürük. İndi bunun yanında Oğuz bəy, görürük ki, Mahmud Abbas gəlibdir. Mahmud Abbas bəhsinə girmədən yoldaşlara dəvət edin ki, yoldaşlarını çağırsınlar. Hə, mən də çağırmamışam, bu həftə çağırım. Mən siz danışanda çağırmışam. Tamam. Hər kəs ki, orada bizə lütf eləyirlər, məhəbbət göstərirlər. Hamıya salamlar, saygılar. Tək-təkinizə bilirsiniz ki, şey edə bilmirik. Orada yəni yaza bilmirik sizin kimi. Çox sağ olun. Sayın Ensəfəli bəy, siz mi birinci danışmaq istəyirsiniz? Yox, siz buyurun. Mahmud Abbasın ora gəlməsi, bu Türk torpaqlarının işğal olması ilə ilgili Azərbaycanda Qarabağın işğal olmasına da Abbas şeylər deyir. Məni şey deyim də, məni o yer zamanında qısıtlayın danışığımı, yoxsa mən 2 saat danışacağım, siz də elə belə başınızı şey. Buyurun. Çünki dərdli nə olar? Dərdli danışlardan. Bizim də dərdimiz var. Biz böyüyəndə İran deyilən yerin təhsilini almışıq. 12 il oxuyanda, böyüyəndə bizə demişlər ki, dünyada bir Mehdi təməddün, yəni təməddünün uygarlığın beşiği var. Uygarlığın beşiği də İrandır. Ancaq İran niyə çox gəlişməmiş? Çünki 2 dənə millət vətərdən İranı yox etmişlər. Elə vurmuşlar İranı və İranı qətlam etmişlər, kültürünü, mədəniyyətini gəridə qoymuşlar ki, İran onları suçlamalıyıq, o 2 millət. Biri ərəblərdilər, biri türklərdir, Moğollar və türklər. Biz böyle eğitim almışıq, əziz yoldaşlar. Biz böyle, bizim beynimizə, o Ərəbcədə gözəl bir söz var, deyirkən ət-dərsi fil səğər, kən-nəqşü fil həcər. Fikir deyir. Birinci kəlməsi düzləmədir. Uşağın beyninə bir şey demək, elə bir ki, daşın üstüne yazırsan. Ona görə hər İranda dərs oxumuşun beynində anti-türklük və anti-ərəblik zatidir. Onun o nütfəsində bağlanmışdır. Ona görə hər kəs ki, Güney Azərbaycan Milli Hərəkətinə istəsə özünü adasın, içindəki o anti-türkü iyice yox etməlidir və anti-ərəbi. Yani anti-Pakistan, anti-Japonu yox ha, əgər varsa. Anti-Əfqanı yox. İlla anti-Türkü və anti-Ərəbi. Çünki İranda aşılanmış düşüncə və keçən 2000 ildə niyə İran geridə qalmış bu dünyada? Şah zamanı və Xomeyni zamanı bunu dərs vermişlər. Ki, ərəblər və türklər İranı geri qoymuşlar və onlar işgalçıdırlar. Və İran deyilən şey məzlumdur. Halbuki gerçəyi ərz eləyəm xidmətinizə. Gerçək nə demək? Gerçək budur ki, onu gedib hər kəs onu baxa bilər, hər kəs onu dənəyə bilər, hər kəs onu çək edə bilər. Heç kəsin inhisarında və təkəlində deyil. Gerçək budur ki, böyük Türk milləti
Çin'in kuzeyinden, indiki Kore'nin, Japon'un tarafından ta Avrupa'nın ortalarına kadar geçen 2000 ili, 3000 ili her türlü təzyiqə məruz olmuştur. Her türlü qətliamlara Çinlilerin, Ərəblərin olarak, kronoloji olarak ve Rusların ve sonradaki bu bölgede geçen yüzyılda Farsların ve bilirsiniz Balkan savaşlarında ne bileyim Sırpların, onun bunun. Ama en büyükleri elə gene de Çin'in Ruslar ve Araplar olmuşlar. Yani bu milleti Çin'den oyup dağıtmış. En çok toprak elden vermiş millet ne Madagaskar'dı ne İspanya'dı. Aziz benim kardeşlerim, bacılarım. İspanya'ya bakın. Geçen 2000 ilde Iberia ve İspanya ya bundan biraz büyük olmuş, biraz daha hakikaten kilometreler yani. Ya Frankistan, yani ama Türk milletinin, Türklerin, Türkik milletlerin öyle diyelim topraklarına bakın. Hakikaten yani bir şey yoktu. Hala Sovyet dağılımından sonra da bir şey yoktu yani. Bakarsınız Kazakistan en büyük memleketimizdi. Yok ya. Ruslar işgal etmişler. Yani memleketin birazı burada. Bunu demek istedim ki buradan yola çıkacaksınız ki Türk toprakları, Türk beyni, Türk mentalitesi, Türk eğitim sistemi işgal altına gitmiştir. Rus işgalinin, Batı işgalinin, Fars işgalinin, Arap işgalinin altına gitmiştir. Ve toprakları da en çok indi hali hazırda Türk toprakları Rus işgal altındadır. Mesahet olarak, sayı olarak. Ve Çin işgalındadır. Ve Fars işgalındadır. Ve başka. Mahmut Abbas'ı Türkiye AKP hakimiyeti çağırmış oraya ve mecliste ki daha çok AKP'lidiler. Yani orada AKP ağırlığı vardır mecliste. Təşrif gətirmişlər orada, Mahmut Abbas danışmış. Ve orada bu Haniye adamın da fotoğrafını koymuşlar sandalyerin birine. Onu gördünüz mü İnsaf Hanım? Gördüm ben. Ki o ölmüş de orada, ona göre koymuşlar. Bu yani bu bana göre Türk dünyasının, biraz önce dedim, Türk mentalitesinin, Türk erdeminin üzgarası, utancı verici bir işidir. Bu işin özünü arz ediyorum. O adamlar içeriyipler, o adamları Allah doğru yola hidayet eder inşallah bir gün. Onlar görseler ki daha çok Türk yaşam terzi Türkiye'de ve başka yerlerde hakim olsa, onlar da yavaş yavaş bize taraf gelirler. Ancak indi orada daha çok Arap yolunu, Arap mentalitesini sürdürürler. İlla da bilirsiniz İnsak Ali Bey, özcanı sevme gözəldir mənə görə. Çünki egzotikdir. Bazen mesela birini sevsən, ama buna değişikdir bizden. Ne gözəldir, ne yaxşıdır. Sen gedirsən bir dənə adada bir yerde görürsən, değişik giyinmişler filan filan. Hoş gelir adamım. Sen görürsən Endonezya'da, Jakarta'da mesela giyinmişler. Mənə görə egzotiklik gözəldir yani. Ancak o da bir yerəcək yani. Ancak mənə görə özcanı sev, özcü adama əcib gəlir də, qərib gəlir. Onu görməmisin ki. Görürsən adamın ağzının suyu tökülür, gözləri də bərəlibdir. O kətdən görürsən uşaq gəlib şəhərə baxır orada şeylərə. Değişik gəlir. Mənə görə normaldır adam bəyənsin özgəni, yabancıyı. Ancaq düşmanı sevmək bir xəstəlikdir. Düşmanı sevmək bir türlü beyin xəstəliyidir. Onun da adı mazoxizmdir. Yani biri səni nə qədər çox dövsə, biri səni nə qədər çox sövsə, biri sənin nə qədər çox qulaqlarını başla, Türk əskərlərini ərz edirəm. Qulaqlarını, başlarını kəsdə, gözün çıxasda Filistinlilər oradan Suriye çöllərindən göndərirlər. Hələ öldürdükləri, 10 minlər öldürdükləri bir tərəfə. Filistinlər ərz edirəm. İlla Filistinlər ərz edirəm. Yəni Urdun şeylərini yox. Ondan sonra bütün sənin rellərinə, qatarlarını bomba qoyub patlatsalar. Bütün sənin hər türlü cinayətləri Türk milletine, Türk əskerini təhqir etmeye, Türk əskerinin qulağını, başını, burnunu, gözünü kəsəsən, göndərəsən Türkiye'ye. O zaman ki Osmanlı çökürdü. Ne kadar çok bu işi görsən, o kadar çok mən sana sevəcəyim. O Füzuli'nin bir tane səfeh şeiri vardır. Deyir ki, mənə o kadar deyir, cövr etmənə qoy mən etmə imkanım olmasın. Böyle bir səfeh sözdür. Mazoxizmin şirəsini çıxartmış yani deyir.
Deyir, mənə o qədər cövr et ki, mən ah etmə imkanım olmasın. Mənə görə elə Filistinlilər də Türklərə bu işi görmüşlər. Ərəblər, Yeməndə, indiki Ərəbistanda. O qədər zülm etmişlər ki, ah etmə imkanı olmamış. Və Türkiyə dövləti yaranmış, özünə sığınmış və o qədər o mentalite ilə cumhuriyyət yaranmış. Yəni Türk millətinin elə bir ki, bir anka quş kimin külünün içindən yaranmış. Yəni külünün içindən qalxmış və Mustafa Kemal və yoldaşlarının düşüncəsi ilə orada Türkiyə Cumhuriyyəti yaranmış. Və böyük bir möcüzədir mənə görə. Çünki əgər bunlar da olmasaydılar, hemen siz görün yani bunlar olmazdı. Yani Suriye için bir şey olardı Türkiye. Eğer Mustafa Kemal ve yoldaşları, düşünce yoldaşları ve savaş yoldaşları olmasaydı, Türkiye de olardı. Hele Suriye için bir şey yani. O, ne bileyim Lübnan için bir şey yani. Erepleşmiş o Mustafa Kemal zamanı diyorlar. Elhamdülillah ki Müslüman milletinden. Ama Mustafa Kemal geldi, öğretti ki yok. Ne mutlu Türk'üm diyene. Bu iki tane değişik söylenmiş. Herhalde maalesef bu mazoxizm yani öz incitme, öz düşmanını sevme, düşmanına tapma, düşmanını secdelemek mentalitesi bizde var. Elbette niye bizde var? Fikirlemeyesiniz bir saniye. Fikirlemeyesiniz biz yani bizde var. Yok mesela bu için yenilcide bu olur. Yenilen milletlerde çok beterden ki yenilsen ha. Bütün senin uşaqlarını getirip Bağdad'ın ve Medine'nin bazarlarında satılanda onda yenilci kamil olandan sonra böyle şeyler olur. İnsaf Ali Bey. Yani yenilci biraz olsa tahkir olunmasa millet onda bir vigar, bir erdem bir şey orada kalır. Ama yenilci o kadar çok tahkir olunsa bir millet. Çok pis vəziyyətdə şikəst yesə, ərz elədim onun uşaqlarını, oğlanlarını əsir aparsalar, əskər eləsələr və onlara qulamlar desələr, memluklar desələr və onları və qızlarını, uşaqlarını satsalar bazarlarda və o yavaş-yavaş o böyle olur. Öz işgal edenine, öz zalimine, öz cinayetkarına görsen secdiler. Çünkü o öyle büyümüştür. Ve bunun özünün psikolojisi var ki isteseniz anlatar. Herhalde Mahmud Abbas orada çağırmışlar Yasir Arafat'tan sonra. O gelmiş başına en çok Ermeni de o Ermeni perest, Ermeni düşmanı, en çok anti Azerbaycan düşmanı, en çok Türk düşmanı adamlardan biridir bu yeryüzünde. Yani Paşinyan o kadar inanın ki Paşinyan daha ağıla gelmiş. Mahmud Abbas hələ də deyir ki Doğu Türkistan'da Çin devleti şeyle savaşır, terörizmle savaşır. Terörizmin zaten kendisidir, özüdür yani. Ve bu böyle adamı orada ağırlamak utanç vericidir. Sayın Bahçeli bu barədə de danışmış. Ben onun da o sözlerini beğendim. Sayın Devlet Bahçeli demiş bu utanç verici bir meseledir. Valla özleri terörist. Sonra Çin devletinin terörizmine mi? Yani Türk milletinin direnişi terörizm mi yani? Siz düşünün yani. Oğru ev sahibini böyle danlayır. Sen gör nereye gelmişik, biz haraya gelmişik. Onlar işi başörtüsüyle başladılar bəhslərə. Onlar işi Allah, İslam, Muhammed ile başladılar. Onlar kimleri ağırlarlar orada? Güney Azerbaycan temsilcisini yok. Doğu Türkistan temsilcisini yok mecliste. Irak Türkmenlerini yok. Suriye Türkmenlerini temsil eden yok. Bir terör grubunun başını, əksini koyarlar oraya. O da gələr deyər ki Çin devleti, yüce Çin devleti terörçülerle orada. Uygur milleti terörçülerle. Orada 45 milyon Çin devletinin dediğine göre Uygur yaşıyor. Yalan değil Çin devleti. 150 milyondan çok orada Uygur, Hui ve değişik Müslümanlar var. Çoğu Türktüler. Yalan değil Çin milleti. Her işgalçı kimin yalan? İt kimin yalan değil. Yalan değil. Biz niye yalan değil? Biz niye yalan değil aziz yoldaşlar? Çünkü her işgalçı o uğurladığı şeyi gizleder de. Uğurlayıp da, onu uğurlayıp çalıp da. Doğu Türkistan'ı çalmış Çin devleti. Gizledir ki orada neyi var? Bilirsiniz neyi var orada? 150 milyondan çok Çin'in her yerine dağıtmış, icbari muhaciret ettirmiş Türk milleti var. Müslüman millet var. Zorundan etnik mühendislik etmiş milleti var. İş yerlerine, Şenzen'e,
Şanghaya ve başka yerlere göndermiş milleti var, Türk milletinin, Müslüman milletinin. Orada zorla evlendirilmiş, satılmış kızlar, oğlanlar vardır. Bunları bilin. Benim şəxsimi Doğu Türkistan'a giderken yakalayıp Pekin'e gönderen millet, devlet hemen çoklarını getirir. Orada turist kimi? Bu Türk CNN'inin Türk CNN'i var ya, o gönderir Təbrizə adam danıştırır, gönderir Urumçiyə adam danıştırır. İstəyir göstərək ki, çünkü Türk CNN Türk istəyir göstərək ki, bakın burada sülh səfa var. Bakın burada emniyet var. Her şey çok güzel. Pazarlar çok güzel. Ne işgalı? Neden danışırsınız siz? Ne baskıdan danışırsınız? Ne toplama kemplerinden danışırsınız şimdi? Türkiye'nin böyle vəziri gələr burada gəzər. Hiçbir şey olmaz. Toplama kempi falan yoktu. Siz neden Güney Azerbaycan Türk'ünün yokluğundan danışırsınız? CNN Türk'ün adamıca, müxabiri gəlir orada danışır. Bakın ne sülhü səfada, Təbriz ne güzel. Bazıları da İstanbul Türkçesi danışırlar. Türkiye şivəsini. Bak görürsünüz. Ne güzel. Türk dünyası ne güzeldir. Böyle bir şey yarar. Ne gizlenilir burada İnsaf Ali Bey? Bu CNN Türk'ün ve bu yandaş medyanın, xəyanətkar, Türk milletine xəyanətkar medyanın bu hemhemesinin bu səslədanın arkasında bir sizinle gizlenilir. 150 milyondan çok Türk ve Müslümanın orada yok edilişi gizlenilir. %60'dan çok, %70'e yakın Han milletinin oraya getirilişi gönderilir. Yani indi Doğu Türkistan çoxunu indi rəy alsalar şeydir. Olardılar. Ya bittin sen. Sen bittin. Neyi gizlətirlər? Siz məni niye dayandırmırsınız? Güzel sözler. Evet, güzel sözler. Siz neyi gizlədirlər? 13 trilyon kubik. Onun Türkçesini ne olur? Kub deyirlər də. 13 herkes trilyon bilse nedir? Mənə də öğretsin. O kadar büyük ədəddir. Yazın bunu, bakın o ədədə. Görün əslən insanın beyni bunu anlayabilir. 13 trilyon kubik metre gaz Doğu Türkistan'da var. Seferi var. 2,2 trilyon ton kömür var. 23,4 milyar boşka neft var. Bunu bir düşünün. Bunları bir düşünün yavaş yavaş. Trilyon Milyon milyar. 1 milyon trilyon. milyar. 1 milyon milyar. Tekrar eləyəcəm. Herkes deyir yazsın veya araştırsın, özü çıkarsın. 13 trilyon kubik metre gaz var. 2,2 trilyon ton kömür var. Taş kömür diyerek biz. 23,4 milyar boşka neft var. 500 milyar kilowatt elektrik şeyi var, gücü var. 1 milyon tondan çok lityum var. Bilirsiniz lityum nedir? Lityum üzerine benim yazımda var. Bu batırılar dışlanılır. Güney Azerbaycan'da da Urmu gölünü ona göre vuruduklar, lityuma göre. 153 çeşitten çok orada mineral var. Değişik maddeler altınından ne bileyim biz bunlar bilirik de. Ama cətvələ baxsanız 153 çeşit çıxır. Ne bileyim değişik maddeler biz gümüşünü bilirik, altınını bilirik, bunları bilirik. 900 mindən artıq yani 1 milyarda yakın ton uranyum var. Bunu da bir düşünün bir iki saniye. Uranyum nedir? 900 min ton. İnsaf var. 900 min ton. Yani 1 milyon tona yakın. 1 milyon ton. Yani 1 milyar kilo. Yani bunu anlamağı çətindir. Yani Rusya'dan çok olur bu uranyumu. Çin'in. Rusya'dan yalnız Doğu Türkistan'ın. Mesahəti bile 1,828 kilometre ne deyirlər? Kilometre karedir. Yani metr mürəkkəb.
Bəli. Etnik mühendisliği olunur. Oraya Hanlar yani Çinliler, onları getirirler. Uygur milletinin içinde uyuşturucuyu, qaçaqçılığı mən gözümlə görmüşəm, dəfələrcə yox, 2 dəfə gedib görmüşəm. Oraya uyuşturucu, ne bileyim, bizim bildiğimiz uyuşturucu tiryetdən, heroindən də, amma indi değişikləri də var da. Onların qaçaqçılığını, əgər istəyirsən qaçaqçı bir iş görəsən, Səfərli bəy, istəməyən xəta, nə deyirlər, yasaq bir iş görəsən, geyib Uyguru tapacaqsan. Orada, Pekəndə və başqa yerdə. Uyuşturucu və alkol onların içində çox atmaq. Əlbəttə bu siyasəti Ruslar da eləyiblər, Türk millətlərinin üzərində, Amerikalılar da yerlilərin üzərində eləyiblər, müvəffəq olublar. Çinlilər də eləyirlər. 2 cürə icbari mühacirətlər, göçlər var. Biri Doğu Türkistandan başqa yerlərə icbari götürürlər, dağıdırlar onları, başqa yerlərə işçi olaraq. Orada da birini sevir, evlənir, qalır, ya oğlan ola, ya qız ola. Yəni böyle buna deyirlər etnik mühəndislik. Bir də ki oradan buraya gətirmək. Bir də ki bətərdən turist gətirmək. Ki biraz öncə turist gətirmək dedim, evlilik məsələsini dedim. Doğu Türkistan böyle yox olur. Və bu millətə, bu Türk millətinə, bu Türk millətin lap ürəyinin içi ki Doğu Türkistandır, Kırgızistandır, o bölgələrdir. Buradakı Türk milləti və coğrafisi və bu qədər zəngin yer, bu qədər böyle yox olur. Və buna, yani bunu savunan teröristdir. Kimin gözündən? PLO'nun, Palestinian Liberation Organization ne olur? Kurtuluş örgütünün Mahmud Abbas'ın ağzından. Yasir Arafat da böyle demiş. Urşelim'de, Jerusalem'de, Jerusalem'i 4 yere bölmüşler. Old City vardı. Ben bunları okuyanda okumuşam üniversitede. Haçlı Savaşları okuduk o zaman. Crusaders üniversitede ve onda öğrendim bunları. 4 yere bölünmüş olsun. 4 tane quarter değiller orada. Quarter yani 4'te 1. Bir bölümü Ermeni quarterıdır. Bu Urşalim. Herkes ki bunları istese lütfen zaman koyun, araştırın, bilin. Yani çok rahat ne diyorlar. 5 dakikada Google edemiyorlar. Bir tane Ermeni quarterı var Urşalim'de. O bölüm çok büyüktür. Ermenilerin kilisası oradadır. Bütün bu Ermenilerin papazları oradadır filan. Bir bölüm Müslümanlarındır. Ona Müslümanların kuvatırı ki Mescid-i Ömer oradadır. Ondan sonra oradadır. Mescid-i Leksa oradadır. Bu nedir? Bu daş The Dome of the Rock. O daş oradadır. Onlar oradadır. Bir de Hristiyan. O demek. Bir de Yahudilerin kuvatırıdır. Yahudiler de bir taraftadılar. Bazarın hamısı da təqribən şeylərin əlindədir, ərəblərin əlindədir, müsəlmanların əlindədir. Yəni o da biləsiniz, o Urşalimin bazarının. Bir də ki, bir dənə kuvatır var. Hristiyanların kuvatırı. Sizə sual gəlməlidir. Bu nə işdir? Bir kuvatır Yahudilərin, bir 4'te biri, bir 4'te biri nedir? Müsəlmanların. Və necə olur o iki tərəfdə? Bu taraf Hristiyanların, bir taraf Ermenilerin. Yani bu kadar o kadar onlar orada güçlüdüler ki siz bilesiniz. İstedim o getireceğim o PLO'nun Ermenilere yapışıklığını da bilesiniz ki her zaman o kuvatırda hem Hristiyanların, hem Ermenilerin, hem Filistinlilerin xiyabanlarında çıxanda təzahüratlarda, əkslərdə görürsünüz. Bir dənə Filistin bayrağı, bir dənə Ermənistan bayrağı və Qarabağ sözdə Qarabağ bayrağı düzəltmişlər, artsaq bayrağı. Ona görə siz əslində o xiyabanları görürsünüz. Ora Erməni kuvatırıdır. Yəni Erməni bölümünün və ya Hristiyan bölümü və hətta müsəlmanların. Yəni bunlar bir tərəfdədirlər. İstədim bunu biləsiniz ki Mahmud Abbas boşuna orada bir yani keyfi çəkib ola demir. Filistin organizasyonu həm Bəlbəkdə, həm Cəbəlamildə, həm Buqa dərrəsində, Lübnanda həm Asala ilə, Asala və değişik Erməni terörist qrupları ki, dünyada çoxlu Türkləri, Türkiyəliləri, diplomatları, Azərbaycanlıları qətlam etmiş, terör etmişlər. Onlar və PKK və indi də ki, hal-hazırda Türk uşaqlarının, Kürd uşaqlarının qanına bələşmiş əlləri ilə bunlar bərabər təmrin görmüşlər Səfərli bəy və görürlər.
Bu sizə əcib gəlməsin ha, lütfən bunları gəlin mənim, əgər doğru demirəm, çıxardın deyin, yox, bunlar bərabər təmrin görmür. Bunlar bərabər təmrin, yəni bərabər öyrənmişlər savaşmağı, treyningləri. Bunlar 20 il öncə də belədi, 30 il öncə də belədi, indi də belədi. İstədim bunları biləsiniz ki, Mahmud Abbas boşuna Türk düşmanı və Azərbaycan düşmanı deyil. Yəni bu balaca bir şey değil. Bazen birden fikir eləyəsiniz, Mahmud Abbas islanmış, Yasir Ərəfat birden narahat olmuş demiş. Böyle değil. Bunlar çok ağır siyasi tərəf tutmalardır. Çok teşekkür edirəm Çox sağ ki, olun. hövsələ Oğuz bəy, göstərdiniz. təşəkkür edirəm. Çox gözəl danışıqlar. Mənə taza bir şeylər zehnimə gəldi. Bir dənə bir dizi var Türkiyədə. Paytaxt Əbdülhəmid. O bu dizidə bir yerdə gözlədi Əbdülhəmid görür ki, istəyirlər Osmanlını işğal eləsinlər. Bu zahirən çox düşüncə bir adamdır. Çox da siyasi dövlətin başındadır da. Yəni tamam information, tamam ittilat onun əlində toplanır. O bilir ki, nələr gedir, harda nə var. O görür ki, bu Avropalılar gəliblər, müsəlman torpaqlarında harda nə var onu tapırlar. Harda neft var, harda qaz var, harda bahalı daş var, harda nə var, onları ya harda nə gücü var, onları axtarırlar, onların da üzündən hesab gedirlər. İndi sizin söhbətlərinizə də ki, o amara işarə edildiniz, 13 milyard, 13 trilyon, 3 trilyon, 13 trilyon. Bəli. Bu Yoldaşlar lütfen bunu araştırın, yazın, gündə də baxın. 13 trilyon kubik metre gaz. Qaz. Yəni bunu baxanda görürsünüz ki, heç bir dövlətə, Oğuz bəy, mən bu zaviyədən baxıram, bu açıdan baxıram. Yani birinci nəyi gizlədir da? Orada o nəyi İnsan gizlədir? önemli değil. İstəyirəm bunu deyəm. Əslən insan önemli değil. Deyirəm, Güc. deyirəm Güc. o dolar görsədəndə bunları gizlədir. Yox, indi mən ayrı zaviyədən baxıram. Ayrı açıdan baxmağa çalışıram. Əsla insan önemli değil. Güc önemlidir. Və gücə güc qatmaq önemlidir. Məsələn, bizim əski zamanlarda Türklər yer axtarırdılar ki, mal heyvanların otarsınlar. Adam çox önemli değildi ki, orada adama ihtiyaçları yox idi. Yer lazım ki, mal heyvanın otarsın. İndi orada da o adamın Çinin gücünə güc qatmaq üçün Uyğurlar və müsəlman Türklər lazım deyirlər. Bəlkə onların torpağında olan o güc qaynaqları, o sərvət qaynaqları lazımdır. O 13 trilyon metr mükəb qaz lazımdır. O kömür lazımdır. O hər şey oradakı var, onlar lazımdır. Adamlar yox. Bunun üçün həm onları öldürə bilərlər. O 160 milyon nədir ki, o sərvətin qabağında? Tarixdə yüzlər bir belə milyonlar insanı öldürüblər, gedibdir. Nədir ki, o 160 milyon ki, onu öldürməyələr, 200 milyon ki, onu öldürməyələr. Məncə Çinlilər bunu öldürərlər. Məncə Çinlilərin haqqı var öldürələr. Güc belə bir şeydir. Güc belə bir şeydir. Gücü ələ gətirəcəksən, güc qaynağına dayanacaqsan. Torpağı əldə, torpaq insandan önəmlidir, Oğuz bəy. Bunu farsları öyrəniblər. Mərzi pulqa hədə yapışırlar ha. Bunlar bilirlər ki, torpaq önəmlidir, adam yox. Sən o türkləri hər yerdə, baxın, Xiyabanda, Tehranda da öldürərlər, Şirazda da öldürərlər, İsfahanda da öldürərlər, Təbrizdə də, Kürdistanda da, Çetçinən, Ərəbistanda da, Bəluçistanda, hər yerdə öldürərlər. Niyə? Çünki güc önəmlidir və güc qaynağı önəmlidir. Yəni orada o Ərəbistanda o şey vardı. Baxın, indi Mis Süngünün Təbrizdə yenə sözü düşübdü. Bu Pezeşkiyanın dövlətində indi söz düşübdü ondan bu yüzden. Dünənləri danışdılar, deyiblər, biz Mis Süngü əslən müstəqil ola bilməz. Belə bir ahmaqsa bir sözü niyə ortaya atmışsınız? Əslən Mis Süngün yenə müstəqil ola. Belə bir şey ola bilməz. Yəni adamlar əslən gəlib deyir, Təbrizdə tək radio televizyonun başı ahmaq deyil ki. Onları əndən ahmaqları qoyublar, buna görə bizə ahmaq hekəldələr. Biz onlara gərək inanaq, bizi qoyub, radio televizyonu qoyub bizə orada ki, nə yalan deyəcəklər, onu bizə inandırırlar, biz də duraqların yanında bir-birimizdən savaşaq. Mən dedim, o güc mühümdür, mən buna inanıram. Allaha niyə inanmış Oğuz bəy tarix boyunda? Çünki ən güclüymüş. Əgər Allaha inanıqları insanlar... bir məbhəsdir bu. Əgər Allaha... Heç kəs demir ki, məsələn, yəni zəif Allaha inanıram mən. Çox da... Xeyr, əslində
Allah'a ki inanıblar, deyir də ən güclü budur, bundan güclü yoxdur, onun üçün buna inanırlar. Gücə tapır. İnsan əslən gücün aşiqidir, gücün təslimidir, Gücə tapır. gücü axtarır. Ona görə Güc, Allahı da böyük. insan Allah gücü əkbərdir. olan bir şeyə yapışan da Əskər özünü deyil güclü Allah. hiss edir. Güclü. Deyil mi? Mənim yanımda Allah. güclü var. Ya deyirəm Allah əskər olsaydı onda öyle azan oxumaq olar mı? Sən baxın görün niyə Əkbərdir məsələn də. Quranda Çox da Allahlardan güclüdür. danışır, ilahlardan danışır, çox üzr istəyirəm. İlahlardan danışır, sonra gəlir ki, ən güclüsü Allahdır. Yəni niyə? Çünki insanlar niyə məsələn güclüyə gedirlər? Çünki güclüyə gedəndə özünə bir güclü heyviyyət hiss edir. Niyə insanlar farsı danışırlar? Çünki o farsını danışanda bir güclülük hiss edir. Bir özünü o birislərdən fərqli görür, güclü görür. Özünə bir özgüvən gətirir. Oo, mən buyam ha. Mən güclünün yanındayam. Güclü mənim yanımdadır. Məndən himayət elər, məni qorur filan bəhman. İnanın mənə, mən istəmirəm bəzi xatirələri keçəm. Adam bəzi yerlərdə Oğuz bəy, məsələn, mən zindılığı deyim, neyim yazıqdır ki, adam bəzən bu gücə o qədər tapır ki, deyir, Allah, məni niyə Tapır çatırsan? yəni nə demək? Tapır yəni əyilir, yəni girir onun içinə, yəni girir ona deyir ki, hər kəs yoldaşlardan bilmirlər, ona görə deyirəm onu. bəli, o məsələn, görürsən ki, Allah, məni niyə qutarmır buradan? Çünki ona çox zor görür, güclü görür. Deyir ki, məsələn, möcüzə eləyəcək, məni buradan çıxacaq. Bir möcüzə ola mən buradan çıxam. Baxın, indi dünyanın ən önəmli müadiləsi güc və qüdrətdir. Və bu gücün nə mənə ki, sizin bu gücünüzü çox halda o yaxçıdır. Mənfəətsizdir. Ondan himayət edəcəksiniz. Türksüzləşmək, bunların beynini yumaq, bunlardan əskər çıxartmaq, bunlardan Çeçenin, Rusların savaşında nə qədər türk tutulubdur. Çeçenlidən filandan türklər tutulub. Nədən? Çünki o Rus eləyə bilibdir, bunların beynini ala əlinə, bunları gətirər, orada əskər eləyə, filan bəhman, yəni o bir gücdür. Müxalifət eləsən, eləyəcəksən, öldürəcəksən. O 13 milyard, 13 trilyon metr mükəbir köp var ha. Ondan hangi Türk desə ki, o bizimdir, bizim topraklarımızda, o bizim malımızdır, biz güclənməliyik ondan, onlar yerə qətlam olurlar. Onları, mənim nəzərimcə, Çinin haqqıda öldürər. Yəni siz bir dənə dünyada güc mənbəyi azdır və bu torpaqda var. Bu torpaqda da 150 milyon, 160 milyon adam yaşır. Bu 150 milyonu öldürək, orada pul götürək, yəni sərvət götürək, biz dünyada rahat yaşayaq. Onlar oldular, olmadılar, mənim rifahıma təsiri yoxdur ki. Nə qədər türk olmasa, belə yaxçıdır. Amma gəlsək indi şeyə, yenə ayrı açıdan baxıram mən. Gəlsək indi Abbasa. Mahmud Abbasa. Terörist. Əgər gəlsək ona, gəlsək Türkiyə desək, Türkiyə niyə bunu gətiribdir? Türkiyə milli mənafeyin qorur. Onun da alıstcandır. İndi nə mənədir, nə deyil, mən bilmirəm bunu. Bunun arxasında bir güc müadiləsi var, Oğuz bəy. Bizim bölgəmizdə, bu bölgədə, adına deyirik Xavərmiyanə, bu Orta Doğuda güc müadilələri var. Bu güc müadilələri daimən bir-biri ilə sürtüşürlər. İndi hangisini yıxacaqdır? Bu sonuncu bir məsələdir. Türkiyənin hətmən siyasət mədarları ki, Erdoğan cənabları o hərəmin əşasındadır, üstündə deyil. Onlar burada bir müadilələri hesablayıblar. Burada bir şeylər, müadilələr var, bir hesablar var. Amma mən əgər Abbasın yerində olsam, Abbas doğru iş görür. Abbas güclünün yanında durur. Abbas deyir ki, mənə məsələn, Güney Azərbaycanlılar 4 dənə Klashenkov verə bilərlərmi? Yox. Uyğurlar verə bilərmi? Yox. Çin dövləti verər. Çin dövləti mənə 1 milyard əsləhə verər. Əslən 1 milyard dolar pul verər. Məsələn 100 min dənə əsləhə verər, 10 dənə tankı verər, 5 dənə ziddə həvai verər filan. Yəni baxın bir mühasibə eləyir. İndi siz o erməni qalırdım ki, bu Qarabağdan nəyə Filistinlilər himayət edir? Siz orada çox rahatca dediniz ki, 4 dənə yerə bölüblər o Qudsu. Birazı ermənilərin əlində, birazı Yahudilərin əlində, birazı müsəlmanların əlində, biraz daha şeylərin əllərində. Tamam, burada niyə gene burada durmasın? Ben sizin dikkatinizi çəkdim ki, orada hem Hristiyan bölüm, yani 4'ten biri Hristiyanlar elindedir. Öbürü 4'ten biri de Ermenilerin. Yani Ermeniler, yarısı 50%, %50'si yani şeyin elindedir. Mesihiyet dünyasının elindedir. Ermeniler özlerini hala ayrı bir. Ama Məsihidirlər. Üstüsə biləxərə İsa'ya inanan bir millətdirlər. Da şeyə deyirlər ki, yəni ayrısı mənə inanmırlar. Onlar İsa'ya inanırlar. İndi
Bunlar Oğuz bəy, orada güc müadiləsidir yenə. İç bazı mənim yanımda qonşumdakı milləti düşmən tutmamalıyam. Mən bu ermənini, əgər mən Abbasın yerində olsam erməni yanımdadır. İstəsəm sabahları Türkiyənin 44 dənə səfirini terror eləyiblər. Biz də terror elərlər. Gəl bunlarla bir yerdə oturaq, bunların da gücündən ala bilsək, məsəliyyət dünyasından bir himayətlər qazanırıq. Bəlkə bunların radyo şeyləri var, bunlar güclüdürlər ya. Biz bunları unutmayaq. Baxın, biz bəzən özümüzü toğduruq. Oğuz bəy, mən bəzən görürüm, realitini görmürüm. Realite budur ki, məsələn, bizim bu Kürtlər bizdən güclüdürlər dünyada. Dünyada, içəridə demirəm. Güney Azərbaycanın yanında demirəm. Dünyada bunlara media var, televizyon var, radyo var, dövlətlər, Amerika dövləti büdcə verir, nə bilim, filan yerdə vəzirləri var. Yəni, ciddi işləyiblər. Bunlar bizdən çox qabaq siyasətə giriblər. Biz inqilabdan çox sonra, 57 inqilabından çox sonra siyasətə girmişik və eşiyə gəlmişik. Hamımız da əli boş gəlmişik eşiyə. Pəhləviçilər niyə güclüdülər? Siyasət səviyyəsində, yəni dövlətlərdən nüfuzda. Çünki Rıza Pəhləvi dövrəsindən, yəni 100 il bundan qabaqdan, onlar gəliblər, bunlar da səfir, vəkil, ittilatın, nə bilim, savaşın rəisi olaraq filan, bəhman gəliblər, bunlar da tamam o şəbəkəni tanırlar, onlarla əlaqələri qurublar, dağılandan sonra onlar dağılmayıb, o əlaqələr dağılmayıb, o güclər, o bilgilər, o pullar, o sərvətlər ki, bunlar da yatırdıblar və sərvət dedik önəmlidir, dedik güc önəmlidir, onlar qırılmayıb. Onlar yerindədir. Amma cənabız, mən və bizlərə Tayçı Güney Azərbaycandan gəlmişik. Hələ biz çoxumuz 40 il olmayıb gəlmişik. Hamımız da əli boş gəlmişik. Hamımız da heç bir dövlətlə ilgimiz yoxdur gəlmişik. Kürtlər amma bizdən qabaq gəliblər. O qabaqdan gəldikləri üçün ikinci nəsilləri var, üçüncü nəsilləri var. Dövlətə girə biliblər, bəzi yerlərə girə biliblər. Hər halda mən Mahmud Abbasa baxanda deyirəm, Mahmud Abbas niyə məsələn Güney Azərbaycandan tərəf çıxsın? Niyə Quzey Azərbaycandan tərəf çıxsın? Niyə Uyğurdan tərəf çıxsın. Bunların hamısı ya işğal altındadır. Yəni mən işğal altındayım. Güney Azərbaycan işğal altında. Burada nə tamahı var məndən? Məndən nə ala bilər ki, gələr ya mən onu Uyğurlar Çinin işğal altındadır. Onlardan nə tamahı ala bilər, nə himayət qazana bilər ki, gəlsin onlar bilirsiniz, bayaqlar dedim, bir miqdar biz yaltaq deyəndə biraz pis gəlir. Yalamaqdan əgər desək gəlir məsələn, onun yalaqallıqdan gəlirsə, deyək məsələn, o biraz pis gəlir nəzərə ki, elə bir məsələn, bir qabın dilimi veriblə yanırıq məsələn. Amma yox, vaqiqiyyət budur ki, siyasətdə siz o yatalağı, o yalamasaz, eləməsəz, sizə şey eləməzlər, sizə heç zat verməzlər. Siz onu gələcəksiniz, başını bənzədəcəksiniz, Xameneyinin başını bənzədəcəksiniz, fil başına, İmam-ı Zəmana bənzədəcəksiniz, sən İmam-ı Zəmansan belə, ondan sən qiblə-i aləmsən, biz namaz qılanda sənə qılırıq, buyurun qabağa, buna pul alacaqsan, silah alacaqsan, himayət alacaqsan, tank alacaqsan, pul alacaqsan, milyardolar dolar pul alacaqsan. Oğuz bəy, mən sizdən bir şey soruşayım. Bu siyasətin gücüdür. Məncə də Filistinlər geçən 75 ildə, 80 ildə ki savaşıblar, bunu öyrəşiblər. Ki, bu silahı mən hər güllənin pulu neçədir bilmirəm. Hər, məsələn, silahın gülləsinin pulu, mən fikrim çox bahadır. Silahın da özündən baha, onun işlətdiyi güllələr olacaq. Çarşıca savaşmayaydılar. Çarşıca orada həm Qəzzədə, həm şeydə, Doğu tərəfdə daha öz millətinin rifahına yetişirdilər. Onda bir dənə məsələ gələr. Eyni bizə tay olardılar. Oğuz bəy, eyni bizə tay olardılar ki, biz necə indi dilimiz dəyişir, hər şeyimiz dəyişir, İranlaşırıq, farslaşırıq. O gələrdi başlarına. Hem rifahat deyə qatışardılar, rifahımız var, nə bilim, əmniyyətimiz var filan, savaşmıraq. İsraildə bir dənə kirbit yoxdur ki, üstündə ərəbcəsi də yazılmasın. İsraildə ərəblər dünyanın hər yerində, hər türlü azınlıqdan daha rahat. Savaşın gücündədir, Oğuz bəy, savaşın gücündə saxlayıblar. Biz də savaşsaydıq, biz də İranda olardık. Onlar savaşdıkları üçün. Buyurun, sualınız. Yox, mən deyirəm, bu bəhsi siz də şey edelim, yığalım. Və elə o Kürtlərdən söhbət etdiniz ya, Kərkükdə Əhsən. İstəyirdim canım olar. Və onu, mənim sizdən sualım və istəyim budur ki, onu Güney Azərbaycanın batı bölgəsində cərəyan edən Kürt yayılmacılığına və köylərin, şəhərlərin, bələdiyyə başqanı, nə bilim, müstandar, bunlarla bənzətəsiniz, bunları deyəndə. Elə o cür olur, yəni, elə ora baxsın.
görərsiniz ki, Azərbaycanlılar nə qanunda yerlər yoxdur, İranın qanunlarında da yerlər yoxdur. Bunlar İranda hesab olmurlar. Bunlar düşmən. Siz də çox gözəl dediniz. İki dənə millət burada deyiblər ki, bunlar aradan gedərlər. Bir türk, bir ərəb. Çünki bunlar İranın deyiblər ki, İranın dalı qalması, yıkılması, aradan getməsi bunların başındadır. İndi bu iki millətin, Oğuz bəy, biri bu türklərdir. Bu türkləri gərək aradan aparırlar. Neçə yol gedərlər? Bir bu ki, bunları göndərərlər əskərdə, İran-İran savaşında ölər. Bir budur ki, edamlarda öldürərlər. Bir budur ki, bunları qatqın salarlar. Bir budur ki, sərmayə qoymazlar, bunlar toplaqlarından köçüb gedərlər. Ya xariciyə gedərlər, ya Azərbaycandan xarici olarlar. Çıxarlar eşiyə. Çıxarlar İranın o birisi bölgələrinə gedərlər. Ya gedərlər Türkiyəyə, Kanadaya, hər yerə gedərlər. Yəni, biz indi cənabız orada qalsaydınız, orada yazsaydınız, indi 50 nəfər sizin kitablarınızı oxumuşdu. Amma indi çıxmışıq eşiyə, 50 nəfər sizin səsinizi eşitmir, 100 nəfər sizin demirəm eşitmir. İstəyirəm deyirəm, o həcmi ki, orada biz qala bilsəydik, imkanımız olsaydı, dilimizdə, məsələn, cənabınız orada mümkündür, fəlsəfə ustadı olaydı. Zaten heç vaxt gəlməyirdiniz siyasətə. Tabii. Zaten oradan başlamış. Ben hiç istemiyorum siyasete gireyim. Hiç vaxt istemiyorum. Yani Niye cərəfə siyasi olur? Ben bunu görürəm. Siz mesela siyasete, siz o kadar ki fəlsəfiyə, düşüncəyə maraqlısınız, siyasətdən maraqlı değilsiniz. Siz niye orada qalsaydınız, vətənimiz daha bir ayrı, amma elə eləyiblər ki, siz və sizlərə ta yüzlər, bəlkə minlər, bəlkə yüzlər min insan, ildə 250 min insan fəqət şərqi Azərbaycandan, doğu Azərbaycandan köçməyə məcbur olan bir yerdən biz gəlirik. Burada ustandar nəyə gələcək? Ustandarın vəziyyəti nədir? Vəzirin, o idarə kurulun, müdir kurulun, kariməndin, o dövlətə işləyənlərin vəzifəsi nədir? İmam-Cümənin vəzifəsi nədir? Pastarın, bəsicin vəzifəsi nədir? Vəzifəsi burada ki, burada Azərbaycanlılara hər şeyi zor tutalar, hər şeyi çətin tutalar. Bunlar ya buradan qaçsınlar, ya getsinlər zindana, ya motada olsunlar. Bunlar narkoman olsunlar, bunlar bu əsrar əsiri olsunlar, qalsınlar onun əlində. Bu xunsa olsunlar, ölü kimi bir şey olsunlar. Bunlar bir-iki nəsildən sonra yox olsunlar. Ya Fars olsunlar, amma Fars olmaq siz çox gözəl işarələdir. Məsələn, Meksiklərin İspaniyalı olmaqları, ya Latin Amerikanın İspaniş olmaqları, İspanya dilində danışmaqları, dinlərin çevirməkləri falanları, bunlar özlərin tarixən danmaqlarıydı da, özləri tarixən əslən özləri bilmirlər kimdilər. Əcəba bunların gəlişməsinə səbəb olubmu? Bunların iqtisadları, durumları, yaşamları değişip mi? Yok. Onların tüm düşünceleri o cürdür. O tarafa gidecekler ama değişmez, koymayacaklar. Çünkü onları sadece güc, qul deyə istifadə edəcəklər. Bizim də Güney Azərbaycanda fərq eləməz, hangi şəhərində olur olsun, o adam ki orada işləyir. Bahdə işləyən adamdan, müəllimdən, ustad danışqahdan, o mollası, o imam cüməsi, o pastarı, o bəsici, o kariməndi idarəsi, o kişavərzisi, o bazərqanisi, o mədəni, o hər kəs ki orada var işləyir dövlət tərəfində, o sistemdə, onların vəzifəsi budur ki, Azərbaycan talan olsun. Burada əgər cənabınız və cənabınıza biri durar deyir, urmu görün, niyə çeyirsiniz? Durarlar, ona apararlar zindana, ya da ki öldürərlər, salarlar çayın içinə, dərənin içinə, atarlar ora 3 aydan sonra, 5 aydan sonra tapılır. Maşını vurarlar, deyərlər təsadüf elədir. Vəsiq altında saxlarlar. Və onların hamısı siyasətlər gedər ki, sizin vətəniz deyə vətən düşünməyiniz. Əslən, vətən qavramı nədir? Bizim deyirlər ki, məsələn, bizim çox, mən bəzi adamlar tanırım, bizim öz tanıdığım adamlardan, orduda zatda olurdu. Birdən deyəndə deyir ki, mənim əvvəl vətənim İrandır, sonra Azərbaycandır. O istir nə deyə? O istir həm özün qoruya, deyə ki, bax, mən o tərəf deyəm, güc tərəfim deyə. Həm də istir deyə ki, Azərbaycan adında bir yer yox. Və bu bir əsl... Onun havaşinası yaxşıdır da. İnsanlar gücə baxırlar, Oğuz bəy. Siz də, cənabınız da, mən də gücə aşığıq. Biz insanlar gücə aşığıq. Cənabınız bəlkə yox, amma mən gücə aşığım. Mən bilirəm ki, gücü olmayan millət heç sıd olmaz, heç sıd olmaz, aradan gedər. Tarixdə tamam millətlər ki, aradan gediblər. İncələ qeydək bu Abbasa. Abbasın mən siyasətini çox sevdim. Yavaş-yavaş çıxaq, Kərkük məsələsini sizdən rica etdim. Abbas çox gözəl siyasət götürdü. Türkiyədən nə mənə qopardacaq sizcə? Ən azında bir siyasi himayət qopardacaqdı. Ən azı, yəni pul da qopartmasa, silah da qopartmasa ki, məncə hər ikisini qopardacaqdı. Amma bunun yanında şey qopardacaqdı. Amma
yani Türkiye devletinin bu kadar yatırım yapması, sermaye koyması Filistin meselesine Güney Azerbaycan'da mukayese etseniz hemen hemen sıfıra yakın. Bu doğrudan çok zararlı ve biz bunu Oğuz Bey eleştiririk. orada Güney orada savaş gedir, silahlıdılar, dünya ile yapışıklar, dünya onları Geçsin ya. rəsmiyyətə tanır. Savaş Bakın, getmir. Orada Filistin bir terör grubu gelmiş. sazmanlarında 1200 tane kızı, oğlanı tecavüz etmiş, öldürmüş. Bu da devlet de cevap verir. Siz ne inarsınız sizin kızlarınız, uşaqlarınızı o hala salsalar? 1200 nefer bir günde. heç Siz deməz. ne inarsınız? Biz dururuq deyirük ki, haqqları Siz- yükseltmə. Bunlar Öyle paniyonist demirəm. işlər, Atatürk Öyle işlər. demirəm. Türkiye'ye bu olsa bir PKK çıksa kamplarından ya yerinden her yerden girse Türkiye'nin şehirlerinin birine orada 1200 tane kızı, uşağı tecavüz etse, öldürse, rehin götürse Türkiye o bölgenin neyine? Bilirsiniz Tabii, neyine? ama Ben siz- bilirim neyine. Çünkü eləyibdi ben bilirim. Ama siz orasına baxmayın. Siz bura baxın ki, Filistin ilə Güney Azərbaycanı, Filistinin əvvələn bir dövləti var. Siz çox gözəl dediniz ki, İsrailin puludur, hər şeyi iki dillidir. Parlaman iki dillidir, Ərəblərin orada Her yeri şey vardı. bilesiniz Arapça ve şeydir. İbrit. Ve İbritçe. İbritçe. İkisi de Bu birbirine iki- çok yakın. İkisi de Bu birbirine değil çok salam. yakındılar. O da değil şalam. Şalam. Elə təqribən hər şeyləri bir təqribən deyirəm. Birdir. Yemekleri bir, yaşamları bir. Yani bir ele benzerler ki imkanı yok tanıyasın. Bir de dövlətləri var ki, Oğuz bəy, Filistinlərin orada Dövlətləri də dövləti bir. var içəridə. Şazımanimilər də o dövləti dövlət olaraq yox, amma nazir olaraq deyib, bu dövlət var, rəsmiyyəti tanıyıbdır. Filistinin varlığını rəsmiyyəti tanıyıbdır. Deyib ki, bura iki dövlətli bir millət Burada olmalıdır. Türkiye'den yoldaşımız değil ki biz oranı dümdüz eleriz. Eğer birisi gelse. Min, Yani İsrail'de de o işi görürdü. Ha. min, İsrail neyinirmeye? min dört Ama İsrail müvazipteki şey az ölsün de sivil az ölsün yalnız. Ona göre uzun çəkir mesela. indi əlbəttə İsrail sivilə də baxmır. Qəşəng öldürülür. Yok ben görüşümü diyorum. Çünkü İsrail sivile bakmasaydı Rusya Grozny'yi nece yaptı? Rusya Grozny'yi nece eladı? İsrail'in o gücü var. 2-3 saatin içinde oran hamısını düz eləsin. O gücü İndi- var, bəli var. Niye İndi eləmir? Güney Azərbaycanın Niye? nəyi Çünki var Oğuz bəy? nokta vurur ki sivil ölməsin. Oğuz bəy, Güney Azərbaycanın nəyi var? Güney Azərbaycanın dövləti yoxdur. Dili rəsmi deyil, özü rəsmi deyil, torpağı rəsmi deyil. Heç dövlət, xarici dövlət buranı Güney Filistinə hamı Güney Ərəb dünyası tanıyır Filistini, Filistin olaraq. Müsəlman dünyası tanıyır Filistini, Çin tanıyır, Rusiya tanıyır. Rusiya şah zamanından tanıyır Filistini. Ama bizi kim tanıyır Oğuz bəy? Niye bizi tanımırlar? Çünkü biz silah götürüp savaşmırıq. Çünkü biz Türk'ük. Biz Türk olduğumuz için şikayetinden sonra teslim olmuşuz. Siz şeye gedibsiniz da məclis tərhimə bir çağrılı görəsiniz, baş sağlığı verərsiniz. Çekmişim. Bir dənə xurma yersiniz, bir çay içərsiniz, çıxarsınız. Düzdür. Məsciddə ya bir yer. Biz oturup da. Siz düşünün ki biri ölmüş ya biri xəstəxanaya getsin, birinin nədə əyadətini. Onun qardaşı, bacısı, əmoğlusu, xaloğlusu, hamısı heç kəs yoxdur orada. Heç kəs baş vermir. Bir başqa millətdən ki bunlar onları çox da incitmiş, onlar gəlib durubla qapının önündə beləsini. Yəni Türkiyə gözləmir ki 25 dənə, 28 dənə ərəb ölkəsindən gəridə durmalıdır Türkiyə. Və biz gene də təkrar edirik. Biz Türkiyənin əsla iç işlərinə qarışmarıq. Çünki bizim Türkiyənin iç işləri biz istiqrarı, Türkiyənin güclülüyü, Türkiyənin metre karasına canımız qurbandır, varlığımız qurbandır. İç. Amma dış siyasətinə ki Güney Azərbaycanı ilgiləndirər, o bizi şey edər. Biz onu danışarız. Güney Azerbaycan Oğuz bəy. Öyle Cüneyt çoğaldı, Hançı. orada durmayıbdı. 25 dənə, 28 dənə hamısını hesaplasan Ərəb ölkəsi var. Heç şey sağ çıxmır bunlara. Türkiye gedib orada ilk sırada durup ki bu ölü bizimdir. Ölü bizim değil. Oğuz bəy. Güney Azerbaycan savaşmaqla, öldürməklə, ölməklə gəlib yetişsə Filistin səthinə Türkiyə də durardı arxasında Öyle düşün. çoxlu məmləkətlərdə. Düşün. Ama Yok, bizim- Türkiye değil. Bu Türkiye değil. Bu AK Parti ve Davut üzr istəyirəm. Davutoğlu'nun doktrinidir. Anti-Türk ve Arap sevdalısı. Bu
Davutoğlu'nun, tanıyırsınız Davut. Ben Davutoğlu'nun kitabını okumuşam Orta Doğu. Davutoğlu bilirsiniz ne yazır kitabında? Demişəm xidmətinizə. Deyir ki, Güney Azərbaycan Milli Hərəkatı CIA senaryosudur. Selamünaleyküm. Bu Davutoğlu'nun, bu Türkiye'nin yok. Türkiye bizim devletimizdir. Bizim topraklarda bizim devletimizdir. Ve demişti ki dost her ne eyler, hoş eyler. Hoş eyler. Ancak bu Türkiye değil. Bu Türkiye devletinde olan Davutoğlu'nun mentalitesidir. Ahmet Davutoğlu'nun. Sağ olun. Benim sualıma cevap vermek istersiniz değil mi? Gəlsək Türkmən Suriyədə, Əraqda Türkmənlərin vəziyyətinə, xüsusən Əraqda bu son zamanlarda. Kərkükdə Türk dilini yasaklamak, Türk dilini qanuniyyətdən çıxarmaq ve onu benzedeceksiniz eğer isteseniz. Yani onun benzerliğini diyeceksiniz, öğrenecek. Güney Azerbaycan'ın batısının Kürt yayılmacılığına məruz qalmasını. Buyurun. Orada da təqribən həman siyasəti götürüblər. Kürtləri gücləndirmək. Bu Amerikanın əli ilə başlandı. Siz də bilirsiniz ki, bu İran-Əraq savaşı zamanından başlandı. Minlər bəhanə ilə. Hətta mənim düşüncəm budur ki, Saddam Hüseyin, İran, düşüncəm deyil, bunu rəsmən mən bilirəm, bunu sənədim də var idi bir zaman. Ki, İran şələmtəni, bomba şimyayı ki var vuruldu, onu İran vurdu. Amma yel çevirdi, İran saldı Saddam Hüseyinin başına. Saddam Hüseyin zamanı Amerikalılar gəldilər, Kürtləri çox himayət elədilər, İran himayət elədi. Burada neçə dənə məhz faktor var idi. CIA'nin de Amerika'nın da mənfəətini idi. Oradan güclənə idi. Həm Türkiyə istiqrarsız oluydu. Həm də ki, Əraq istiqrarsız oluydu. İran eləyə biləydi bunun qabağında istifadə eləsin onlardan iç güc olaraq. Əraq hər halda onları gücləndilər. Sonra da Saddam Hüseyni yıxandan sonra çox böyük güc verdilər Kürtlərə. Kürtlərin dilini rəsmi elədilər dövlətlərin. Ya rəsmi elədilər rəis cumhur bundan olsa, nə bilim, vəzir oradan olsa, bu buradan olsun, nə bilim, rəis məclis bu oradan olsun. Beləsi bir oyun götürdülər federal şəklində. Zamanı Türkmen dilinin, Türk dilinin orada rəsmi dillərdən biri olduğunu bilirsiniz, değil mi? Xeyr, bilmirəm. İndi bildiniz də. Əgər o var imişsə, sonra o dili götürüblər. İndi nə edirlər? İndi bu Kürt yayınmacılığı, Kürt işğalı devam edir. Niye? Siz bayaqları Çində işarə elədiniz, orada neçə milyard, neçə trilyon küp gaz var. Aynı Türkməndə də, orada Kərkükdə də tamam mənabilər oradadır. Enerji mənbəyidir. Bu enerji mənbəyin hangi millət ələ getirdirsə güclənər Oğuz bəy. Orada Türkmənlərin hamısını qətlam eləyib belə ona sahib çıxmağa hazırdılar. Biz bunu görməliyik. Biz bu müadil, belə Oğuz bəy çox sadədir. Baxın, iki dənə yol pulu az adam olan gedir bankı mərkəzini çalır ki, pul götürə güclənə. Oğurlar niyə oğurlar? İstəyirlər ki, özgənin malını götürüb güclənərlər. Bu bir dənə qanundur dünyanın tarixində. İnsanlar, gücsüz adamlar, güclü adamlar gedərlər gücsüzlərin pulunu alarlar, canını alarlar, götürürlər, onu ya özün satar. Məzərəsə bilirsə tarix boyu bu olub, keçən dəfə bunu danışdıq. İnsanlar ya adamı tutarlar, özünü satarlar, yerini də sahib çıxarlar. Sonra bu yeri də bağışlarlar. Məsələn, bu şaha, o vəliyyətə, o nə bilim fulana, deyir orada sən qazan keyfi belə. Bu tarix boyu. İndi Türkmənlər, bilmirəm nə qədər gücləniblər, nə qədər silahlanıblar, nə qədər hazırdılar. Amma dünənləri bir nümayişə çıxdılar, xiyabanlara çıxdılar. Dünən idi İsrail gündür, hesabı biri etiraz elədilər, biz buna icazə vermərik. Amma bu sözlə olmaz Oğuz bəy. Demək ki, hər zaman ağlamaq, zarıldamaq, etiraz etmək bizim tərəfdədir. Bu silahın götürsə, amma dursa, deyəcək, cibhəsini qursa, məsələn, durub keçsə, nə bilim, Kürdistanın qapılarında, o Süleymanın qapılarında silahın qoysa, dayasa, o şəhri bağlasa güllüyə, onda Səfərli bəy, Kürdistan deyilən saxta məmləkətin, saxta yerin ordusunu, peşmərgəsini Türkiyənin ordusu etmiş, komandoları eğitim yapmış. Mütəəssifən. Yəni o ona gətirməz ki, sizə hər kəs onları eğitim verib versin. Siz
Güney Azərbaycan, yaxşı ki İranlara, İsraillər, ya Amerikalılar, hər yerlər, ya Ruslar, ya Çinlər eğitim vermişlər. O gün ki biz durup gedib orada əlimizdə olan gücümüzlə, tapançamızla belə orada 2 dana güllə atmayaq, onların qabağında durmayaq, bizim ölmək haqqımızdır. Onların Özde haqqı da bizim. resmi yazılardan, metuni resmiden, resmi yazılardan Türkçeni yasaklamışlar. Niye? Türk Çünkü bence Türkler zayıf tərpəşmişlər ağa. Türkler zayıf tərpəşmişlər, silahlanmamışlar, Onların ölməyə suçudur hazır yani. olmamışlar, Yani mezbunun suçu. öldürməyə hazır olmamışlar Oğuz bəy. Ama onların suçudur deyirsiniz. Mən Yani özümüzü geçen suçumuz. 40 yılda Türkiye devleti onları organize edebilmezdi deyirsiniz. Türkiye devleti ederdi, etmezdi. O bir tərəfdir, Türkiye o harici. devletinin işi budur. Yok, Türkiye devletinin yok. Mən o vazifesi cür budur. baxmıram. Mən o cür Türkiye baxmıram. devletinin sorumluluğu budur ki Suriye'de o Osmanlı'dan çöküp kalan Türkleri, Türkmenleri yardım etsin. Oğuz bəy, Bu Oğuz ahlaki sorumluluğudur Türkiye devletinin. Oğuz Hem bəy, Irak'ta, hem Suriye'de, hem Güney Azerbaycan'da. Yardım Oğuz bəy, etmek. Oğuz Hem bəy. Doğu Türkistan'da. Əgər Amerikanın, əgər Türkiyədə olanların bir iddəsi, siyasətdə olanların bir iddəsi, demirəm hamısı, Amerikanın əli olalar orada, Türkiyədə və Amerikanın istədiyi siyasətə aparalar, şu Kürtlər gərək güclənə. Burada o sən ki gərək özün biləsən, mən burada işğal altında gedirəm, silahlanmağın gərəkir. Əsədin torpaqlarında, Ərağın torpaqlarında hamı silah yığırdı. Sən niyə yığmırsan? Rusya dünyanı qana çəkmiş. 380 bindən çox ölü vermiş buraya. 800 bin Və elə o okudum mən. Mən 800 bin okudum. bu tarafı da öldürmüş. Yani 830 bin, 380. Ben. Ukrayna'dan da ne kadar yani gırgın salmış ki deyir burada Rusya'nın dediğini deyir. Burada Ruslar yaşayırlar. Sen bu Ruslara burada zulmeliyipsin. Benim dildaşıma, dindaşıma, benim milletim sen Ukrayna. Yani ona göre Türkiye devletinin ki bizim en güçlü, bizim tenha gücümüz idi. Yani geçen siz bakın yani Azerbaycan yok idi ki. Bu 7 memleket yok idi ki. Türkiye var idi. Bizim tenha memleketimiz, güçlü memleketimiz, en ordusu ve Osmanlı'dan yani kalmış Osmanlı'nın bir türlü varisi. Bana göre ahlaki ve erdem olarak ilkelerimize dayanarak hakkıdır ki, özüne bu hakkı bilmelidir. Ve sorumludur ki Suriye'de, Irak'ta, Güney Azerbaycan'da, Doğu ve Türkistan'da ve Rusya'da ve her yerde bir Türkiye burnundan kan gelse, Türkiye devleti oraya dehalet etmelidir. Oğuz Bey, əxlaqın anlamı nədir? Ərdəmin anlamı nədir? Siyasətdə milli mənafeyin, əslən siyasətdə mənafeyin anlamı nədir? Əslən əxlaq diye bir şey yoxdur siyasətdə. Siyasətdə güc var, parametr gücdür. Parametr gücdür. Əxlaq diye bir şey yoxdur. Ama aynı şey Güney Azerbaycan'ın batısında olacaktı. Olur. O bizim günahımızdır. O bizim günahımızdır. Kürtlər silahlanırsa, mən silahlanmırsam, bu mənim gücümdür. Türkiyə mümkündür bir zaman köməklik eləyəm. Siz deyirsiniz məzlumun, o əzilənin suçudur. Bəli. Sən əgər əyilirsən ki, ağa, əslən ya qardaşındır da, bu da yaxın deyil ki, dədəndir. Səni sabah belə sata bilər, öldürə bilər. Sən əgər ehsas edirsən ki, mənim torpağım, mənim canım, mənim beynim, mənim ailəm işğal olur, sən silahlanmalısan, hətta olsa dəyənəklə. Hətta yumruğuna, belə bu yumruğuna sən özündən difa eləməlisən. Mən bir dana ömrümdə çox pəşimanam Oğuz bəy. Ömrümdə məni danışıqlı Təbrizin qabağında döyəndə bir dana heyfsiləndim. Niyə mən ömrümdə yanımcan bıçaq daşımamışam? Çünki əl attım, burada mənim cibimdə bu gün çıxartdım. Mən burada həmişə qələmim olar. Bu cibdə bir qələmim var idi. Mənim ustad danışıqlarım bunu mənə caizə olaq vermişdi. Parker, dəmirdən idi. Mən bunu götürdüm, gələni onunla vurdum və onlar mənə şikayət edədilər ki, dadığana şikayət eləmişlər ki, İnsaf Əli bizi bıçaqladı. Amma bıçaq yox idi orada, qələm var idi. Qələmi də götürmüşlər, qoymuşlar ciblərinə, gəldilər dadığana. Həman qələmindən kağız imzalırdılar. Məndə var o Parker'dən. İstəyirəm deyəm ki, Oğuz bəy, mümkündür sizi dədəz də sata, qardaşız da sata. O adama ki, umut bağlıysan, o da sata. Sən əgər özün fikir edirsən ki, Türkiyədə ya Güney Azərbaycanda, ya Azərbaycanın hər yerində, ya Əraqda, ya Suriyədə, ya Çində sənin torpağın işğal olursa,
o 13 milyard trilyon metr mükəbbdən ötürü səni öldürürlərsə, sən ya indi öl, ya səhər öləcəksən. Mən dünən bunun yazısını yazmışam, qoyacağam. Ya bu gün öl, ya səhər öl, sən öləcəksən. Amma bir var vətəndən ötürü öləsən. Bir var öldürəsən, öləsən. Öyle boşuna, yani biz ölmek, bu sözü bitirelim. Çünkü bizim o Mən çünki yəni ya hər bir Türk dövlətinin bizə biz şehadet tələb ve ölüm isteyen millet değilik ki. olmasaq Oğuz bəy. Bu bizim yaşam haqqımızdır. Bunu da yaşayacağıq. Ben hiç öyle demir, o sözün o tarafı var. Dünyada indi insan tarihinde en güçlü, en büyük ülke ve güçlü ülke ki düzelmiş Amerika Birliği'dir. AB Türkiye'de, Azerbaycan'da. AB düzlüyor yok. Babış. AB değiller. Ha. Amerika'dır. Amerika bile guruluşunda başka ülkenin yardımıyla olmuş. Fransa'nın ve başka. Hem silahıyla hem siyasi yardımıyla. Bu ki gelip mezluma, kötey altında kalana, dayak altında kalana demişler ki sen hiç yerden yardım alma ha. Sen hiç ülkeden, hiç memleketten, hiç gruptan, hiç devleti ve gayri devleti gruptan yardım alma. Yardım alsan sana yabancılara bağlı, biganelere bağlı diyecek. Sana satılmış diyecek, sana casus diyecek. Bunu getirip adamın beynine sokmuşlar ve onu kültürleştirmişler. Siz bunu bilirsiniz ki Azerbaycan'da indi hansı şehirde yerisek desek ki mesela bir söz diyor ki biz biganelerin bayrağını Amerika'dan istiyoruz ya Fransa'dan, İngiliz'den. Bunu getirip onun beynine sokmuş ki sen özün göre bir iş görürsen ve devletler senden düzelir. Sen ve sen o gruplardan. Gerçek gösterir ki geçen yüzyılda ve neçə ildə desəniz 200 ildə deyə bilərik. Bütün ülkeler ki düzelmiş bu modern ülkeler hamısı başka bir ülkenin yardımıyla olmuş. Çünkü devlet yardımı olmadan devletin hemen hemen yardımı sonsuzdur imkanatı bilirsiniz. Ne kadar istiyorsan pul bassın, yer versin, eğitim yeri versin, sursat versin, silah versin, yarak versin. Mesele budur. Yaxşı. Yani bu ki fikir eləyəsiniz. Yani gurbaniyi, gurbaniyi suçlamak. Mezlumu suçlamak çok rahattı. Onun damı alçaktı. Ne kadar bembeke vurusundan başından borcuna. O yazıktı. Kimse de ondan taraftar olamayacak. Ama onun kardeşi eğer varsa, oğlusu eğer varsa ve onda bir imkanat varsa onu suçlayacaksa. Siz, ben yoldaşlardan bunu yazmışam önceden. İsterim bir memleketin geçen yüzyılda bilirsiniz ki en çoxlu memleketlerin 2. Dünya Savaşı'ndan bu yana düzelip de yani sayı olarak çoxlu bu taraf. Bu geçen 70 neçə ildə bir memleketin adını desinler ki istiqlal tapmış yani bu yeni nation state sistemi falan gelmiş ya ki onu başka memleket onun yaranışında yardım etmemiş. Yok bu vaqiyyətdir. Yəni bunu mən də dedim. Mən Abbasdan niyə danışdım? Dedim ki Abbas dünyanın ən yaxşı siyasətini görür. Çünki deyir o hər kəsin gücü var. Mənə köməklik eləsə mən onu belə yaltaqlıq elərəm. O mənə köməklik eləsin. Mən burada İsrailin qabağında davam gətirim savaşım və güc qazanım. Hətta eləyə bilsəm İsraili məhv eləyim, yerinə dövlətimi qurum. Bax bu amma onun özünün iradəsinin mükəmməli xarici dövlətlərin himayətədir. Yəni biz də iradə eləsək, qalxsaq ayağa, desək ki, tamam, qardaş Türkiyə, qardaş olmadı, qardaş İsrail, qardaş Amerika, qardaş, nə bilim, Fransa, qardaş... Siyasətdə siz dediniz, qardaş yoxdur, milli mənfəətlərin tərif olunmuş milli onu deyirəm. Yəni, siz gedəcəksiniz, birinə bir şey verəcəksiniz, birinə bir şey alacaqsınız. İran devləti bəqası üçün hər devlətin yanında durur, hər devlete yalakalık edir ve altında yatır. Bunu ama siz bakın da Çin'in altında yatır. Her zamanı Amerikan altında yatırdı. Ve bilirsiniz. Mesela bu da ki olacak babeste bir bigane söhbəti var ha. Bunlar o propagandadır ki sen hiç iş görmeyesen, sen müstəsəl olasan, bədbəxt olasan. Oğuz bəy, axı baxın bir, bizə deyiblər ha biganə, Babəstə biganə. Əslində bizə deməyiblər ki, biganə kimdir? Biganə o adamdır ki, mənim torpağımı işğal edir, məni danıb, məni imkan edir. Ən biganə bizim üçün İran və Fars dövlətinin özü və adamlarıdır.
qutundu getdi. Bunu bizə desələr, bizim orada İranda, Güney Azərbaycanda əgər bir dənə İran bayrağı gedirsə üstə, o bizim günahımızdır. Əgər bir dənə Farsın şairinin adı, mücəssəməsi bizim xiyabanımızda varsa, əgər o Müvazib olun ki, məzlumu söz demir ama eləməyin. Müvazib olun ki, günahların hamısı məzlumun üstüne atmayasınız. məzlum, əgər məzlumdursa günahkardır. Sözdür da. Sen birini tut orada qələbələ bas azcinen sonra deyəcəksən bu suçluydu. Olmaz ki bu məntiqə düzgəldir. Yox, ağa, Oğuz bəy, savaşacaqsın. Tamam olar. Güc müadiləsini biləcəksən, gücü biləcəksən, Onları biləcəksən ki, bir dənə adam ki onu yoxsul eləyibsən, onun elitini, bunlar Səfər bəy siz məndən həm yaxşı bilirsiniz. Birinci elitini yox eləyibsən. Ruslar yuxarıdan yox eləyib, Farslar da bu tərəfdən. Onu eliyinə etmişsən, özündən eləyibsən. Ondan sonra normal millətin gərək bilsən ki, güc rabitələri nədir? Güc rabitəni mən özümdə universitetdə normal millətdən danışmırıq ki, normal millət Oğuz bəy, normal millət çox yaxşı insanlardır. Siz nədən danışırdınız? Sizinlə məndən danışıram. Onlar üçün bir cəmiyyədə liderlik düşüncələri var. Sizi demirəm ki, cənabınızı ya özümü tək demirəm ki, bizim bu toplumda insanlar var ki, Oğuz bəy, özləri hər halda ziyalı bilirlər, aydın bilirlər, düşüncə bilirlər. Hərdən o cəsarət eləyirəm, özümə deyəm ki, hə, mən biraz aydınlığa yetişmişəm. Onu deyə bilərəm. Amma liderlik falan yox. Baxın, buyurun. Bu insanlar ki, özlərin ziyalı bilirlər. Ziyalının əlbəttə insan kim bunlara vəzifə verə bilər? Ziyalıya vəzifə vermək olmaz ki. Eğitim verəcəksən, onun imkanat çekilir, onu bunları siz məndən yaxşı bilirsiniz. Bu insan, bu topluma... Devlet bir işin arkasında olmasa, o iş olmaz. Oğuz bəy, üsyanlar kiçik yerdən başlar. Bunlar devletlerin əliyle olur. Üsyanlar kiçik yerdən başlar. Ben sizin sözünüzü kəsirim da. Bangladeş'te ne oldu? 2 hafta önce Gedək Bangladeşə oradan gələk. Gedək Bangladeşə. Bangladeş'i danışmayaq, qalsın çünkü zaman yoktu. Keçən həftə də danışmadıq. Rusiyanı da danışacaqdıq. Yazıqdılar Bangladeşlilər. Baxın, Oğuz bəy. İnsanlar üsyan eləməsələr xarici dövlətlər olaraq sərmayə yatırmazlar. İnsanda Siz bir potansiyel göstərəcəksiniz Oğuz bəy. Siz potansiyel göstərəcəksiniz. Xarici dövlətlər öz mənafeləri. İnsanın zatında üsyan, o gücsüzlüksüz yoxdur. İnsan konformist bir heyvandır. İcazə buyurun. Siz potansiyel göstərməsəz, xarici dövlətlər gəlib sizi axtarmazlar. Kimi axtarsınlar? Yəni 40 milyon adamın içində potansiyelli adamlar olmasa, bunlar gəlsin 40 milyon adamı bir danışdırsınlar. Yox, bunların içində 4 dənə potansiyelli adam çıxar. Siz bu həftə zaman qoyun. Mənim cəsarətimi də bağışlayın. Libyada necə üsyanlar başladı devlətə qarşı və CIA orada necə düzəltdi bu şey və devləti necə və indi də qeyri-qanuni Haftar Haftar, General Haftar necə gətirir və Libyini necə yox etdilər. Libyini necə parçaladılar. Siz üsyanlar necə başlar? Bunları lütfen yəni. Bangladeş'e de bakın. Aslında sevmişsiniz Irak'a bakın. Sevmişsiniz Suriye'de bakın. Her yere baxsaz aynıdır. Devlet bir işin arkasında olmasa. Dövlətlər milli mənafeleri üçün dixalət elərlər o birisi kəşflərlərdə. Məmləkətə yaradarlar amma onu potansiyeli olan adamları gətirərlər iş üstə. Niyə məsələn barizanilər keçən 100 ildə, niyə barizanilər 2-ci Dünya Savaşından barizanilər iş üstə? Niyə? Çünki o zaman qaldılar. Yox, fərq etməz qəbilədir. O ailə o gündən deyib ki, mən bu işə girdim. Dövlətlər də deyiblər, tamam gəl bu pul, bu da silah, bu da məclis, bu da filan, bu da bəhman. Lazım da olanda Əraqda da Talibana deyibdi ki, get bura. Mən də sənə silah vereyim, sənə Türkiyə də silah versin, sənin orduva da Türkiyə təlim versin. 10 il bunlar no-fly zone yarattılar, orada devləti, Kürt devlətini öyle yarattılar. Amma ondan qabaq Kürtlər savaşırdılar, Oğuz bəy. Ondan qabaq Kürtlər gen elə. Mən Kürtlərin istəsəniz
yani ne diyeyim ben, bilirsiniz ki ben bu barədə biraz bilirəm ki 1800'lerin ortalarından Kürt yayılmacılığını ve Rusya başlamış, Fransa arkasında durmuş. Kalsın sonra danışarıq. Bilirsiniz neden danışmalıyız? Bundan yana siz yazanda başlıkları daha şeyle gedirik. Düzenli gedirik. Bizim orada Güney Azerbaycan'da, bizim orada güzel insanlarımızı, hemen sizin dediğiniz isyancılarımızı, söz sahiplerimizi, düşünce sahiplerimizi, orada böyle çok da böyle medeni, çok da yumuşak söz danışanları zindanda, birinin biri gözünü elden vermektedir, kör olmaktadır. Öbürü aclıq grevində. Yani ben bir oturup saysam. Yani ne düşünürsünüz? O taraftan da geçen 30 günde dünyanın her yerinden daha çok idam olunmuş orada. Adam öldürmüşler. Devlet öldürmüş. Yani devlet kanuni qətl eləyir. Sizə görə İran devleti böyük bir intikam mı alır yani? O da intikamı saxt değil ki bu mu? Siz bu barədə sözlərinizi deyin. Oğuz Bey, İran dövləti Həniyə öləndən sonra böyük bir intikam alır Azərbaycan millətindən. Bir dənə bir iş görməliydi. Çünki bir böyük atmosfer yaradı ki, mən Filistinin arxasındayım, rəhbərlərin arxasındayım, intiqam alacağım falan. İndi azalıb bir ay olsun bu elə hey bu gün səhərə, bu həftə gələn həftə, bu bayram, o bayram, Yahudilərin nə bilim nə mənə günüdür falan bəhman, hey salırlar dalıya. O üçün görsəniz budur ki, o millətdə ya İranda yaşayan insanlarda yarattığı bir şeyi indi gətirə bilmir. Bunun üstünde İran üzerinde bir siyasi beynəmləli baskı var. Bir de iç baskı var. Bunlar birbirinin arasında bu xarici gücdür. Xarici güclər. Türkiyə, Ərəb məmləkətlər, İslami məmləkətlər, Amerika, nə bilim, tutun da Fransa, İngilizistan, her yer. Buradan baskını basırlar İran'a. Yox. İçeriden millet baskını basır ki, hə, nə olun, sən bizə deyirdin, bəlkə güclü, sən hardasan? İndi İran dövləti bu vəsətdə pırtdır. İran dövləti bir dənə itə bənzəyir ki... Eşiyə bir iş görə bilmir. Naçardır içəridə, bunları boğa. İnsanları boğa. Hər kəs səsini çıxır, bunları tutmalıdır, asmalıdır, kəsməlidir, zindana verməlidir, edam eləməlidir ki, o fəzanı mən güclüyəmi görsəsin. Mən içəridəkim boğsun. O ziyalıları, o düşünürləri, onlar ki, özləri deyirlər lider. Onlar İranda deyir ki, rəhbərani məhəlli, rəhbərani məntəqi. Onları gərək mən kəsəm ki, eləyə biləm, kontrol edəm içərini. Yəni, içəri İranın kontrolundan çıxıbdır. İran əməldə eləyə bilmir ki, mənit edəsin, müdiriyyət eləyə bilmir hadisəni. Nə atardı ki, tutmaqla, edamla, fişarla bunları sağ kontrol eləsin, xariciyə də görsün ki, bir yol tapa bilsin. İndi İran bunun ikinin arasında qalıb ki, mütəəssifanə Azərbaycan bu arada çox pis vəziyyətdədir. Biraz insanlar bu pezeşkiyandan dolayı biraz çox yumuşalıblar, əslən fikir vermirlər ki, bizim zindanlarımız, yəni qabaqdan belə ki, məqalə yazılardı, etirazlar olardı falan, onları mən görmürəm indi nə vaxtı. Zindanilərimiz aclıq çəkirlər. Aclıq çəkir, bəli, elə təsirin biri budur da, yəni insanlar biraz laqeyd qalıblar. Öz sərnişinlərdə. Bütün oydu ki, səni xalisilə eləsin, beyni hər şey. Bizim insanlarımız indi oturublar ki, İran devləti, İran işgalcı devləti o itə bənzəyir ki, Parsdılar da, Parslar vətərdən bu işə məşğuldular. İtə bənzəyir ki, əslan görür, həm Pars eləyir, hürür, həm də arxasından da yel çıxır. Ona soruşdular ki, sən niyə belə eləyirsən? Deyir ki, həm hürür ki, bu əslanı qorxutsun, özü də qorxur, ona görə özündən yel sadir eləyir. Ona görə İran devlətinin də bu vəzdədir. Çox çətin bir bərk yerlə daşın arasında qalmış. Önə də getsə gicdir və arxaya da qalsa bicdir. Yəni, böyle bir vəziyyətdədir İran devləti. İran devləti əslində indi çalışır ki, içərini kontrol eləsin. Eşiyi kontrol eləyə bilmir, eşikdə bir iş görə bilmir. İçərini kontrol eləməlidir. İçdə də edamlarla bir qorxu yaratsın. 64-65 illəri var idi edamlar.
o siyaseti qabağa aparmağa çalışırlar. E, biraz edamlar indi bəluçların içində çox alıbdır, sünniləri də çox alıbdır. Vurmaq, öldürmək, əcib o tərəflərdə çoxdur, ərəblərdə çoxdur. Bizdə də tutub aparmaq, zindana salmaq və mütəəssifanə bu son zamanlarda edamlar çox alıbdır. 100-dən çox edam var. Yəni Oğuz 20 bəy, keçən həftə ərz elədim. 25 gündə 100-dən çox edam var. Oğuz bəy, keçən cələsə ərz elədim. Sazman Hüquq Bəşər deyibdi İranın ki, hər gün 3 dənə adam edam olubdu keçən şeydə. Bir ayda gününə 3 dənə düşürdü. Gününə 3 dənə edam keçən 3 ayda. Yerdən 3 ay üzrsən, keçən bir aydan biraz çox da günüdə 3 nəfər edam olubdu. Görün nə qədər zindandadır və cəlib budur ki, bir iddə insanları Oğuz bəy nə edam edir, nə mühakimə edir, nə də azad edir. Və Azərbaycan zindanları çox o vəziyyətdədir. Bunlara deyərlər girogan. Baxın, biz bunu fərqin bir şey yox ki, giro tutulmaqla zindaninin fərqi var. Zindaninin qanun tərif edibdir. Qanunda deyib ki, bunun ittihamları var. Bu ittihamlar ələni gərək və yazılı gərək bu adama deyilsin. Sonra da buna vəkil gərək ya özü tutacaqdır, ya dövlət tutacaqdır, vəkil verəcəkdir. Bu adam gedəcək məhkəmədə, siyasi məhkəmələrdə olsa ələni mühakimə olacaqdır. Bu İranın qanunudur. Amma o zaman ki, siz birini tutursunuz. Oğuz bəy, mənə bir zəhmətli lütfən baxın. Birini tutursunuz. Bunu tutan kimdir bilinmir. Hara apardılar bilinmir. Heç yer demir ki, biz tutmuşuq, bizim dövlət tutubdu. Bunu harada saxlamışıq demirlər. İttihamı nədir demirlər. Günahı nədir demirlər. Nə cür saxlayırlar demirlər. Yemağı var, yoxdur. İşmağı var, yoxdur. Döhtürü var, yoxdur. Dərmanı var, yoxdur. Buna nə deyirlər Oğuz bəy? Bu ya mafiyadır, ya da girogandır. Yəni bu iki dənə xaric deyil. Ya mafiyadır, yəni oğurlayıb bir şey istir ailədən. Məsələn, mən yadıma gəlir, zindanda olanda məvadlı müxəddirçilər, məsələn, o birisi ki, gedib onu lov vermişdi, gedirdi onun ailəsini, girogan tuturdu. Girogan tutandan sonra o da dövlətə demirdi. Bilirdi ki, dövlətə desə, ikisini də yağı girdədi. O deyir ki, məsələn, nə istirsən, deyir ki, məsələn, bir belə pul istirəm, filan kəsdə verəcəksin. Bunu mən zindanda bunun canlı şahidi oldum. Adamın qardaşı zindanda idi, bir qardaşı eşikdə idi. Tutmuşlar, giro aparmışlar Bəluçistana. Burada deyirdi, orada Bəluçistandan deyirdi ki, məsələn, bu işi istəyirəm. Bu da buradan deyirdi ki, tamam, onu aparın, verin, o uşağı alın, gətirin, məsələn. Bilirsiniz, bu mafiya işidir. Ya mafiyadır, ya da ki, əslində indi deyək ki, acaba İranın indi bu dövlət ki, İran adına çalışır ha? Bu hangi sistemdən çalışır Oğuz bəy? Qanunların ki, müraat eləmir. Bəs bir dövlət ki, öz qanunları müraat eləmirsə, bir adamı bəlli qanunlar əsasında tutmuşsa, bu nədir Oğuz bəy? Bu əvvələn dövlət deyil. İndi terror çətələridir. İndi terrora gəlirəm. İndi terror məsələsi. Terror məsələsi nədir? Terror məsələsi əcəba dövlətin armılı paltarın giymaqla, silahın ələ almaqla terrorun nə fərqi var? Terror hər kəs əlinə götürsə silah, birini tutsa, aparsa, ya öldürsə, ya gizləsə, ya uğurlasa, ya onun əmvalını dağıtsa, bu adam terror yaradır. Fərq edəməz ki, onu dövlət paltarı giysin, dövlət adına çalışsın. Ya fərq edəməz adamı öldürmək, ya adamı tutmaq, bu terrordur. Amma bunlar tək terror deyil Oğuz bəy. Mafiya və o birisi nə idi? Yəni iki yerə böldük. Hər halda terror, mafiya və qruplarından ibarət bir şeydir. Yox, giro tutub da. Giro tutmaq qrupları. Giro tutub da. Rəsmən. Bilirsiniz, nə qədər adam vəsiq altındadır. Bilirsiniz, yəni nə demək? Yəni deyir ki, sən mənə qarşı çıxsan, sən babanın, nə bilim, qardaşın, əmin, yerini əlindən alacaq. Vəsiqə bu. Oğuz bəy, əslən indi dünənləri xəbər gəldi. Mən dünənləri bu xəbər oxudum. Azərbaycanı kasıblaşdırır, fəqirləşdirir. Dünənləri bir nəfər gəliblər, evin müsadirə ediblər. Əmbalın, zindanın, əmbalın müsadirə edibdir. Deyirlər, mən bunu oxudum, xəbəri çox şok oldum. Heç bilmədim də Azərbaycanlı da haralıdır. Orasını desəm, indi mən deyirəm Azərbaycanlı, bəlkə ora Azərbaycanlı olmuyor. Amma bir ailədən birini edam ediblər geçən bir ayda. Biri zindandadır. Gəliblər, bir xanımdır, uşaqları ilə orada evdə yaşır. Onları evdən salıbdır, evi müsadirə ediblər. Siz indi bunu mafiya demeyin nə deyirsiniz? Siz bunu giro demeyin nə deyirsiniz? Siz burada dövlət deyə bilərsiniz varmı? Dövlət o yerdə var ki, orada qanun olur. Baxın bir qanun. Yenə də işğal bəhsindən çıxdınız ki. Yox. O dövlətdir. Nə dövlətdir?
Baxın, işğaldan danışırıq. Bunlar hamısı işğalın içində olur. Amma İran deyir, mən devlətəm axı. Bu Deyir və sən devlət desə düşmana devlət deyil. inanırsan. Yox, inanmaq deyil ki, siz gərək bu dövlətin sistemin biləsiniz. Bu dövlət, bu deyir mən dövlətəm. Sən əgər sən dövlətsən, sənin qanunun Sizə var. yalan Sən deyir bu də. qanunu icra edəsən. Əgər sən bu qanunu icra eləmirsən, dövlətçilikdən çıxırsan, olursan mafya və girovgan tutursan bir milləti. Baxın, Geçən burada həftə Oğuz bəy, burada məşruiyyət aradan gedir. Yəni siz bəhsə belə baxın da, işğalçı ilə məşruiyyəti mi var? axı onu qəbul eləsək, bu bəhsə getmək ehtiyacımız yoxdur. Bu bəhslərin heç birisi gəlməz. Siz Amma deyirsiniz ki, millətimiz değişik mərhələlərdədir. Burada elə bizim oturduğumuz yerdə yoldaş var ki, deyir ki, mən Azərbaycanlıyam amma canım İrana qurban. O da var. Öbürü yoldaşımız da var ki, Güney Azərbaycanın istiqlalına tam inanır. Tamam mı? Onun üçün O değişik biz mərhələlərə görə danışırıq. Biz də ona görə əgər biri işğalı qəbul eləsə, onda bu bəhsləri qəbul eləmir. Deyir, işğal qutuldu getdi, burada hər nə var. Amma o işğalı qəbul eləmir. Deyir, İran dövləti var və bu dövlət vardı və biz o dövlətin bayrağı altında, qanunları altında yaşayırıq. Onda da buna deməlisən ki, sənin bu dövlətin əgər öz qanunları ilə getmirsə, girovgan bir mafya qrupu olubsa, istədiyi adamı, öz adam olsun, özgü olsun. Yəni, məsələn, kimi deyir, eşitdik ki, tamam əmvalın bir dənə o farsların, o başda olanların birinin tamam əmvalın əlindən alıblar. Tamam əmvalın. Darğı almayıblar. Darğı almayıblar. Bu həftə Babəş qalasına gedən yoldaşları tutublar. Yolda tutub dövüblər. Tutublar bəzilərini. İncidiblər, dövüblər, rəsmən dövüblər. Bir də ən önəmli, mən ona bu dəfə diqqət çəkdim. Onların kompüterlərini, telefonlarını əllərinə aldılar. Bilirsiniz də niyə? Sizə görə niyə? Çünki sizə görə kimdən gəldiyi var, səlam əleyki var, nə yazır, nə gətirir. Bütün məsələ budur ki, o yoldaşları kiminlə danışmış, nə danışmış, nə bilim, bağlantıları, hər şey gedir oradan çıxardır. Yəni bir adam 5 nəfəri tutanda bu 50 nəfərin, nə bilim 100 nəfərin bilgisinə əl tapır, əli yetişir və ona nə bilgilər, nə bağlantıları var. Yəni bunları da çıxardır. Siz baxın, yəni Çin dövləti ilə və Quzey Kore dövləti ilə yəni aynı eşit davranışdır bu işğalçının. Rəsmən, Oğuz bəy, rəsmən mən sizə ərz elədim, baxın. Əgər İran çərçivəsində danışsaq, işğal çərçivəsində yox. İşğal çərçivəsində hər şey həllidir. Yəni, bir dəfə deyirsən ki, mənim işğal olmuşam, başıma gələnlərin hamısını düşmən edir və mənə biganə təhcə işğalçıdır. İşğalçıdan sonra heç kəs xarici, əcnəbi, biganə deyil. Baxın, o birilər hamısı xarici ola bilərlər, amma işğalçı deyirlər. Amma bu işğalçı da xaricidir. Bunu qəbul edənlərin təklifi müşəxxəsdir. Onların təklifi İslam şeyində, ideolojisində əl-cəhadı fi səbil iman. Evi düşmandan təmizləməlisən də. Ərz edirəm də, mən nə dedim? Amma əgər... Farslar bizim düşmanımız deyil ki. Farslar, Fars ordusu, İran ordusu bizim düşman. Öz evində otursun, Farsistanda. Biz də Azərbaycanda. Biz də çox da yaxşı qonşu olacaq. Niyə düş? O mənim evimə girəndə düşman olur. Tamam da, elə onda o düşman. Yəni mən o qərarı verməmişəm ki, mən düşman axtarmıram ki. Axı, mənim torpağım işğal olandan sonra düşman gəldi, qutumdur. Burada mən axtarmayacağım. Onun elədiyi də, onun hər nə də eləsə, o düşmanca edir. O istəyir səni yox eləyə, təhəllər ver. Oğuz bəy, hətta o gəlsə, orada bir dənə körpü deysə, o gəlsə, Urmu gölünə su gətirsə belə, o Urmu gölünü doldursa belə suyla o düşmənlik edir. O Amerika gəlir, məsələn, orada 10 dənə, 20 dənə körpünü Əraqda dağıtdı, bombardıman elədi, su töküldü hər yerə, bimaristanları, xəstəxanaları vurdu. Amerika gəlib orada körpü düzəldən səni Əraqlıya eləyir. Yox, özünün ordusunu maşınları geçsin, öz tancı geçsin, öz əskəri geçsin, öz silah sarı sutu geçsin. Bunlardan ötürdür. Adam beyni xəstəmi ki, ayrı müadilələr. Müadiləni qoyanda düz çıxır da, o orada Urmu gölünü qurudanda da öz mənfaatini eləyir. Sipahi danış sənin kəndivə göndərəndə də, sən deyirsən, bəs ki, səni savadlı eləyir. Yox, səni bədbəxt eləyir, külbaş eləyir. Mən indi bayaqları siz danışanda ərz elədim də, baxın, məsələn, mən öz savadıma baxanda, mənim fars dilində çox güclü savadım var. Mən fars ədəbiyyatında çox güclü. Mən hər halda 2 dənə caizə almış bir adamam da, fars ədəbiyyatında. Yəni,
deməyək ki, özümüzü zəif göstərmirəm. Mən fars dilində təəssüflə desəm, fars dilində çox güclüyəm. Kaş ki, fars bir ayrı məmləkət olaydı. Biz də bir ayrı məmləkət olaydı. Onda mənim mənfəətim deyildi. Çünki mənim gəlirim çox mənə fərq elərdi. Çünki fars dili ilə mən çalışardım. Yaxşı dərsim vardı, yaxşı savadım vardı, yaxşı. Amma öz dilimdə indi mən Oğuz bəy cümlə yazıram. Demirəm yazmıram ha, indi yazıram. Amma o cür ki, fars dilində yaza bilirəm, o cür yazamıram. Maşallah çok gelişmişsiniz geçen 10 ile 15 ile. Axı, baxın, bir də var ki, bunu 40 il bundan qabaq bu gəlişmə olaydı. Yok, o zaman geçip de. O olsaydı, indi mən burada möcüzə yarada bilərdim bəlkə. Bəlkə fars dilində bir ədəbi əsərlər yarada bilərdim. Amma o gücüm gedib hara? Mən Təbrizdən çıxmayana qədər mənim yazılarım danışqahda dərs oxunurdu. Ustadlarım bunları dərs deyirdilər. Amma mən vətənimə heç xidmət eləməmişəm. Yəni, vaqiyyət budur. Yəni, biz savadsızlığın mənasını bilmirik, Oğuz bəy. Siz bilirsiniz, sizə demirəm. Mən özümü deyirəm. Yəni, mən baxanda görürəm ki, savadsızlıq yəni nə mən? Savadsızlıq yəni bu ki, mən bilmirəm ki, öz dilimdə hangi kitablar var, hangi yazılar var, hangi filsuflar var, hangi tarixçilər var, hangi səyyahlar var, hangi siyah. Mən indi 4 dana farsdan, 4 dana türk tanıram. 4'ü də, ya bu 5 dana türk tanıram, 5'i də İrancıdır tanıtdırıblar mənə. Məsələn, deyək kimi tanıram, Təğizadəni, Əranini, nə bilim, Xainləri da, xainlər. Kəsrəvini. Yəni, bunları ki, mənə bizə xiyanət eləyiblər, Türkə, xidmətləri farslara olubdu, İrana olubdu, onları mənə türk adına tanıtdırıblar, amma düşmənsiz. Bəranini filan. Şəriət mədarı, nə bilim. Biz bunları yaşamışıq, Oğuz bəy. Biz bunları indi baxıram, görürəm ki, mən savadsızam. Niyə? Çünki mən tanıdığım adamların hamısı türk düşmənidir. İndi gəlirəm bu tərəfdən baxıram, görürəm ki, olan, məsələn, kitabları görürəm bu qruplarda yayırlar. Bir zaman mən Günas TV'dən, hətta Cənabza və bəzi dostları, mənə deyin ki, xanım yazarlarımız kimdir? Nə bilim, filanlarımız kimdir? Tarix yazanlar. Gətirin, onlar danışaq. Adamları indi görürəm, yavaş-yavaş bu fikir düşübdür. İnsanlar yaradıblar, qruplar orada gətirir. Kitabları qoyub, baxıram, görürəm. Düzün axtarsız, Oğuz bəy. Özümü çox zəif. Kitabların bir ikisini download elədim. Kitabların bir ikisini, əl yazıların bir ikisini download elədim. Sevdiyim kitablar. Yəni, nəzərimə gəldi. Mən baxdım, gördüm, oxuyan birəm. Əvvələn xətt oxuyan birəm. Xətt, o İranda xoşnevisi deyirlər ha. O cür yazılıb. Mən də o xətti başlarmıram oxuyan. Mənim oxuduğum kitabı xətti. Ciddisi də yalan vacib deyil ki. Mən bunu xəttə adət eləmişəm. O xəttə oxumamışam ki, onda təcrübəm olsun, görüm ki, filan şeyi nə cür yazarlar. İndi bunu oxuyuram, bir də görüm ki, hələ oxumağında zora çıxıram. Ondan sonra bu kəlmələrin çoxu mən məsələn görürəm ki, 200 il bundan qabaq, 300 il bundan qabaq, 500 il bundan qabaq kəlməni işlətmişik biz. Şairlərimiz, yazarlarımız, tarixçilərimiz, səyyahlarımız işlədiblər. Amma biz bu günləri onları türkü bilmirik. Qəribləşmiş. Çox qəribləşmiş. Burada bilirəm ki, mən savadsızam. Mən UNESCO-nun dediği həddə savadım yoxdur. Çünki mən yazıb oxumağı başarmıram. Yazıb oxumağı başarmıram. Öz dilimdə, ana dilimdə danışdığım sözləri görürüm ki, indi baxın ki, mən öz dilimdə də danışmıram ki. Cəlib budur ki, mənim danışmağım fars dili ilə qaçışıbdır. Mən öz dilimdə danışmıram. Hər halda, çox sağ olun. Sizin əgər fərmayişiniz vardı bu şey haqqında, yox, buyurun. Yox, mən 2 saat geçmiş danışığımız. Tamam. Çox gözəl danışıq və hətta düşüncə alış-verişi də oldu. Yenə də çox məsələlər qaldı. Bax, biz geçən həftə Olimpikə istəydik danışaq. Bangladeş'i istirdik danışaq, Rusiyaya istirdik danışaq, danışmadık. Amma bu Olimpikdə hələ 100 dənə şey danışa bilərəm, amma Özbəkistan 8 dənə altınla, 13 dənə medalla Türk dünyasının ən çox medal qazanı oldu. Maalesef Türkiye'də bu dünyanın yok, o biri dünya düşünen devlet hiç altın, kızıl alabilmedi bu defa. İnşallah gələn dəfə bütün Türk dünyası, hamı ülkeleri altınla, gümüşlə, bürüşlə. Bu sözü çok güzeldi. O sözün üstünde gerek biz danışaq. Bu dünyanı düşünmək və o dünyanı düşünmək. Bu bir düşüncə formatının məncə anasıdır. İnşallah. Dünyevi düşünmek
və üxrəvi düşünmək. Bunları Əhsən, danışarıq. biz bunu gərək Çünki bu dünyada o dünya. mən deyirəm, onlar için çox bətərdən öbürü dünya filan düşünürlər üxrəvilər. Buyursunlar, təşrif aparsınlar oraya. Niyə? Burada ya belə ayaq saxlayırlar. Gedin də. Məyər əbədi orada qalmayacaqsınız? Buyurun, Hələ təşrif aparın. nə Dünyanı getməsinlər, biz dünyəvilərə olmuyor. buraxın. Biz də buranı abad eləyək. Biz də yaşayaq, insanca burada yaşayaq. Və biz niyə bədbəxt eləyirsiniz? Dünyayı dünyəvilərə buraxın. Mən icazə Hər halda sizdən bu konunu yazın. Bu gələn həftəyə yaddan yazın, çıxmasın. dünyəvilik və üxrəvilik. Dünya Mənə görə Türkiyədə keçən 30 ildə 2002-dən bu yana da bu AKP düzələndən yox, iş başına gələndən bu yana biz gərək baxaq görək neçə dənə sport salonu, jimnastik salonu, neçə dənə professional, ne bilim, bu dəyişik sportlar ki var şeydə, onlar düzəlmiş və neçə dənə üxrəvi mərkəzlər düzəlmiş. Onların da nəticəsi bu olar da. Azərbaycan dövləti də öyle. Nə qədər çox bu dünyəvi binalar düzəlsə, evlər düzəlsə, yollar düzəlsə, millət rifahla yaşasa, onda Türk milləti də böyür, törər, güclənər. Yoxsa üxrəvilər lütfən təşrif aparsınlar o tərəfə. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm Oğuz bəy. Çox gözəl bəhs idi. Mənim fazla şeylər öyrəndim. Var olun, sağ olun. Bu da sizdən öyrəndim. Gələn həftənin də bəhsini yazdıq. Gələn həftənin də bəhsini yazdıq. Hər kəs ki qatıldılar, görüş göstərdilər. Hətta o yoldaşımız ki vətərdən İran bayraqlarını qoyurdu oraya. Öyle bir şey var mı? Görmedim. Hadi siz danışırdınız onda. Hər kəsdən, hamıdan təşəkkür edirik. Və sonra da ki bu danışığımızı dinləyənlərə indidən hövsələlərindən təşəkkür edirik. Sağ olun. Gələn həftə Pərşənbə günü hər zaman Təbriz vaxtı 9-da. 9. Çox önəmlidir. Buyurun siz də Hər sağollaşın. vaxtınız xeyirli qalsın. Sağ olun. Əziz və hörmətli dostlar, saygılarımızı, hörmətlərimizi bir dəfə də qəbul edin. Bəzən biz bəhs çox burada isti olur, sıcaq bəhsə giririk. Yazılarınızı görə bilmirəm, çox üzr istəyirəm. Amma bunu bilin ki, əgər bəhsimizə görə olsa, çalışacağıq ki, onları düşünək. Hər kəsin də sualı vardı bəhslərin haqqında. Eləyə bilər ki, Oğuz bəyə ya mənə yazsınlar. Təbii ki, cavab verərəm. Gecəz xeyrə qalsın. Gələn həftə saat 9-da ömür olur da inşallah görüşərik. Sağ olun, sağ qalın. Sağ olun.